Gəlin birlikdə baxaq. Hansı testdən başlayaq? Sizin mənlə bayramınızda mübarək. Sizlə bahəm. Terminlərə gəldik, düzdür? Bura qədər gəlmişdik. Bəli. Terminlərdə. Mənim səhvim yox, elə ki, sual işarəm qaldı ki, bu niyə belədir də? Tamam, ona da baxarıq. Gəlin birinci səhvlərə baxaq və gəlin səhvlərin üzərində təhlillər edəndə sizin də sual cavabladı. 1-dən 10-a qədər kimin sualı var? 7, 8, 9 məndə 3-də səhvdir. 7-yə qədər kimdəsə var? 7-yə qədər. Yox. 7-ni mən də istəyərdim. Tamam. O zaman gedirik 7-yə. 12 deyirlər, 13 deyirlər. Yaxşı. 7. Deməli, deyir klasteri tamamlayın. İnteqrasiyanın növlərindən biridir. Məzmun standartlarının siniflər üzrə əlaqəsini əhatə edir. Söhbət nədən gedir? Siniflər üzrə əlaqə. Siniflər üzrə, məzmun, ana siniflər üzrə. Hansı inteqrasiyadan gedir cavab? Söhbət. Sən daxili. Şaquli. İndi baxaq. Deməli, biz nəyə aid olanı tapmalıyıq? Bunu tapdıqsa biz bu hissədə. Deməli, biz növbəti araşdırmamızda da, axtarışımızda yenə o istiqamətdə, o yöndə getməliyik. İndi baxaq birinciyə, A-ya. Müəllim feilin xəbər şəklini tədris edərkən şagirdlərin oxuyub anlama bacarıqlarını da inkişaf etdirir. Feilin xəbər şəkli hardadır? Dil qaydalarında, eləmi? Deyək ki, bu qrammatikadadır. Qrammatikanı keçərkən oxuyub anlama bacarıqlarına da istinad edir. Yəni, bir məzmun xəttindən digər məzmun xəttini burada əlaqələndirir. Sonra gəldik B-yə. Müəllim ifadə yazdırarkən modal sözlər mövzusuna inteqrasiya edir. Demək, burada da ifadə inşa, yazı məzmun xəttindən modal sözlər, yenə qrammatikanın iki məzmun xətti arasında olan demək, mövzuları inteqrasiya edir. Müəllim ifadələrin həlli zamanı şagirdlərin vurma cədvəli bilməsinə istinad edir. Aha, ifadənin həlli daha yuxarı sinifdədir, yoxsa vurma cədvəli? Vurma cədvəli daha aşağıdadır, deyil mi? İndi burada nə demək, ifadənin həlli ilə vurma cədvəli arasında nə var? Hansı əlaqə var? Şaquli inteqrasiya. Sən daxili şaquli. Deməli, burada daxilini başa düşdük. Siniflər arasında. Bəli, çünki vurma cədvəli daha aşağı siniflərdə keçilir. Demək, ifadələrin həlli nisbətən yuxarıda keçildiyinə görə burada siniflər arasında inteqrasiya görünür. Sonra müəllim əsərdəki hadisələri həyatla əlaqələndirərək bu biliklərdən necə istifadə ediləcəyini bildirdi. Həyatla əlaqə də nədir? Bəli, fənn üstüdür. Müəllim ağaclar ciyərlərimizdir mövzusunda müzakirə apararkən günümüzdəki ekoloji problemlərin necə həll edilməsi mövzusunda da sorğu keçirdi. Burada nədən gedir söhbət? Fənn üstü. Bəli, fənn üstü. Bəli. Artıq həyatla əlaqələndirir. Demək. Hə. İndi aydın oldu. Bax, burada özünüz üçün qeydlər aparın, qeydlər götürün. Bax, karandaşla işarələyin. İfadələrin həlli, bir də vurma cədvəli. Və demək, doğru variant burada görünür. 7, 8 də deyildir, mi səhv etməmsə? 8, bəli, 9. Tamam, 8-dən yenə də bizim 2 qabımız var. Həmişə belə düşünün ki, doğru tapasınız. Yanlış və doğru qabımız var. Biz, belə deyək də, bir qənd qabınız var, bir konfet qabınız var. Qənd qabında həmişə qənd olur, konfet qabında konfet olur da, düzdürmü? Qəndi konfetə, konfeti qəndə qoysaq, bu biraz öz qabında olmur, düzgün olmur. İndi biz də nə edirik? Doğru qabda həmişə doğrunu, yanlışda isə yanlış axtarırıq. Bir dənə bunu yadımızda saxlasaq, seçimdə düzgün edəcəyik. İndi baxaq. Deməli, fənlərarası inteqrasiya şagirdin dərs zamanı əldə etdiyi
bilik və bacarığı gündəlik həyatı ilə əlaqələndirməsidir. Bu yox. Yanlış. Sən üstü olaraq. Gəlin birinci diqqət edək. Fənlərarası inteqrasiya şagirdin dərs zamanı əldə etdiyi bilik və bacarığı gündəlik həyatı ilə əlaqələndirməsidir. Burada nədir? Doğrudur. Fən üstüyə aiddir bu. Fənlərarası inteqrasiya təlim üsullarının düzgün seçilməsini təmin edir. Fənlərarası inteqrasiya təlim üsulu seçir. Bu alt standarta aiddir. Sonra. Deməli, bu qabda olanlar doğru tapdıq bu qabda. Tapdıq, tapmadı. Nə bu qabın deyil, nə bu qabın deyil. İndi gəldik bura. Fənlərarası inteqrasiya müxtəlif siniflərdə bir fənnin mövzuları arasında əlaqəni təmin edir. Fənlərarası inteqrasiya cəmi bir fənni. Bir neçə fənni. Deməli, yanlışdırmı bu fikir? Öz qabındadır mı? Yanlışdır və öz qabındadır. Bu düzdür. Yəni, düzdür deyil, fikir düz deyil, seçim düzdür. Sonra gəldik o birisinə. Fənlərarası inteqrasiya hər hansı bir fənn üzrə anlayış, bilik və bacarıqları əlaqələndirir. Hər hansısa bir fənn üzrə, fənlərarası deyil, fənlərarası. Və deyil, hər hansı bir fənn üzrə. O da yanlış, öz yerindədir yəni. Bir fənn. Düzdür, bilik və bacarıqları əlaqələndirir. Deməli, bu da öz qabındadır, yanlışdadır, yəni. Və burada bizim bu cədvəl üzrə cəmi 2 seçimimiz qaldı. 3 və 4. Yəni, hər ikisini yanlışdan seçməli olduq. Varmı? Var. B variantı. Yəni, ola bilsin ki, siz diqqətinizi nəyə verirsiniz? Tam olaraq ora mərkəzləşdirirsiniz fikrinizi ki, mütləq biri bundan olmalıdır, biri də bundan. Yəqin ki, səhvləriniz bu şəkildə olur. Eləmi? Bəli. Ona görə bu məqamlara da diqqət edirsiniz. Bu inteqrasiyanın deyildi bir təzə növləri var, yəni bəndləri, ona görə çalışmışdım mən ikincidə fənlərarası inteqrasiyada təlim üsullarının düzgün seçilməsi. Buyurun. İndi keçdik 9-a. 9-u da demişdiniz, eləmi? Səhv etmirəmsə. Bəli. Tamam, indi baxaq 9-a. Deməli, yenə doğru və yanlışdır. Doğrudan doğrunu, yanlışdan yanlışı tapmalıyıq. Məzmun xətti hər il daha mürəkkəb bacarıqların formalaşdırılmasını təmin etmək üçün dəyişilə bilər. Məzmun xətti dəyişə bilir. Məzmun xətti dəyişmir. Dəyişmir. Öz qabında deyil. Düzdür. Səhvdir. Yanlışı gətirib doğru qaba qoyublar. Səhvdir. Yəni, bu seçim üçün deyil, uyğun deyil. Summativ qiymətləndirmə sualları hazırlayarkən məzmun standartlarında tələb olunan bilik və bacarıqlara istinad edilməlidir. Biz yadınızdadırsa, kurikulum prinsiplərini mən dedikdə, orada prinsiplərdən biri nə idi? Demək, qiymətləndirmə standartları, eləmi? Bəli. Burada da nə deyirdi? Summativ qiymətləndirmə sualları hazırlayarkən məzmun standartlarında tələb olunan bilik və bacarıqlara istinad edilməlidir. Əgər məzmun standartında, misal üçün tutalım, biologiyadan orada yazıbsa ki, şagird demək, misal üçün, nə bilim, diri bala doğanlarla yumurta ilə çoxalanları tanıyır, onları bir-birindən fərqləndirir. Deməli, mən də summativi hazırlayıram. Artıq bunu görmüşəm standartda, öz məzmunumun, biologiya məzmunu standartında bu var və bu mənim proqramımda var, mən bu mövzuları keçmişəm. O zaman summativ qiymətləndirməni onun üzərindən gedəcəm. Mən gedib orada paxlalı bitkilərdən götürüb sual yaza bilmərəm. Niyə? Çünki mən hansı standart reallaşmışam, onun biliyini yoxlamalıyam. Düzdürmü? Mən əgər diri bala doğanla yumurta ilə çoxalanları keçmişəmsə, suallarım da onlara aid olacaq. Aydındır? Ona görə də burada bu fikir doğrudur. Yəni, istinad məsələsi doğrudur. Və bu, buradan seçilməli olan demək hissədir. Sonra, gəlik digərinə, yanlış olan hissəyə. Fəndaxili üfüqi inteqrasiya
eyni mövzunu əvvəlki siniflərlə əlaqələndirməyə imkan verir. Üfüqi inteqrasiya nə edirdi? Eyni mövzunu əvvəlki siniflərlə əlaqələndirirdi. Deməli, bizə də lazım olan nədir? Biz Öz yerindədir bu. öz yerində deyil. Burada yanlışlar olmalıdır. Bu fikir yanlışdır, doğrudur. Doğrudur. Ay, sağ olun. Yox, belə deyək də, gəlin özümüzü çaşdırmayaq. Burada yanlışın Aynen, eyni mövzunu əvvəlki sinif deyirsə, o şəqol idi də. Burada mı üfüqi deyir? Deməli, biz buradan nəyi tapmalıyıq? Yanlışı tapmalıyıq. Yanlışı öz yerindədir bu yəni. Ay, Bunu götürürük. Bəli, öz yerindədir. Yəni, burada belə deyək də, doğru tapmağa çalışmırıq. Yanlışı tapmağa çalışırıq. Tədris ili ərzində müəllim standartları reallaşdırmaqla vəzifəsini yerinə yetirmiş olur. Tədris ili ərzində müəllim alt standartları reallaşmaqla vəzifəsini yerinə yetirmiş olur. Bizə də lazım olan nədir? Yanlış. Biz də onu deyək ki, artıq burada tapmışıq. Doğru variant A variantı. Burada 4 deməli düzdür də, deməli. Müəllim alt standarta görə reallaşdırırsa, deməli vəzifəsini yerinə yetirmiş olur. Bizim əsas məqsədimiz nədir? Standartları reallaşdırmaq. Buyurun. Çünki siz illik planlaşdırmanız var, illik planlaşmanızda standartlar var. Standartları hər dəfə günlük planlaşmaya köçürüb, o standartlar üzərindən reallaşdırırsınız dərslərinizi. Yəni, konkret standart üzərindən gedirsiniz. Qiymətləndirməni də bayaq qeyd etdiyimiz kimi o standart əsasında aparırsınız. Nəyi reallaşdırmışsınız, onu da qiymətləndirirsiniz. Sonra 9-dan sonra nəyi dediniz? 12 Mənim 16 ilə 19. Bəli, ona kimi 12 zəhmət olmasa 13 də, 15, 16. 12. Aşağıda verilənlərdən hansı yanlışdır? Təlimdə fəndaxil və fənlər arasında kimsə özü təhlil etmək istəsə, yəni desin ki, mən özüm izah etmək istəyirəm, edeyim. Yaxşımı? İstəsəniz, yəni özünüz izah edə bilərsiniz. Çünki öyrənmənin ən gözəl yolu qarşı tərəfə izah etmək, yəni öz sözlərlə ifadə etmək və yaxud da təhlil öz etməsi daha yaxşı yadda qalır. Onlar mən Buyurun. Deyək ki, aşağıda verilənlərdən hansı yanlışdır? Bir dənə bu məqamı mən tez qeyd edeyim, bizcə dəqiqə üzrlü sayın. Deməli, biz burada belə bir fikirlər gələndə birinci suala baxan kimi tez beynimizdə formalaşdırırıq. Verilənlərdən hansı yanlışdır? Deməli, burada 4 doğru, bir yanlış var. Bəzən onu biz həyəcanla yazmağa çalışırıq. Bir dənə düz söz deyən kimi tap onu tez qaralayıq. Düz budur. Amma bizdən unuduruq ki, yanlış istəmişdir. Ona görə tez beynimizdə birinci onu o siqnalı ötürürük ki, burada 4 dənə doğrumuz var. Biz yanlışı tapmalıyıq. Tamam, davam edin. Deyək ki, təlimdə fən daxili və fənlər arası inteqrasiyanın məzmun xətti ilə təmin edir. Elə yanlış olan budur da. Çünki məzmun xətti biz dedik ki, fən daxilidə idi. Fən daxili üfüqi xətti ilə təmin edirdi. Fənlər arasında məzmun xətti belə bir şey deməmişdik. Amma məsəl üçün o birisində deyik ki, fən üzrə məzmun xəttləri bütün siniflər üzrə dəyişməzdir. Biz dedik ki, məzmun xəttləri ümumiyyətlə dəyişmir. Həmişə dəyişməz qalır. Əsas standart bəzən dəyişirdi, alt standart hər il dəyişirdi. Ona görə B düzdür. C. Öyrənmə prosesinin sonunda şagirdin əldə etməli olduğu bilik və bacarıqlar təlim nəticəsi adlanır. Doğrudur. Alt standartda reallaşdırılması tələb olunan bilik və bacarıqlar sinifdən sinifə keçdikcə mürəkkəbləşir. Biz dedik ki, alt standart hər il dəyişir və mürəkkəbləşir. Məzmun xəttləri fənnin formalaşdırdığı bacarıqlar üzrə müəyyənləşir. Belə bir cümlə var, yəni məzmun xəttlərində. Şagirddə formalaşdırılacağı biliklər üzrə müəyyənləşdirilir məzmun xəttləri. Çünki biz dedik ki, biz dedik məzmun xəttlərini bizim hər birimizin fənnimiz üzrə bir yol xəritəsi kimi, yol kimi götürürük.
O məzmun xəttləri bizi başlanğıcdan nə ilə başlamışıq, gedib sonunda da o yerdə, o mövzuda, o fənnin tamamlanmasında birləşdirəcək. Misal üçün, Birincidən buyurun. təlimdə fən daxili və fənlər arası inteqrasiyanı alt standart təmin edir də, yəni məzmun xətti yox. Bəli, çünki biz hər gün, bax, fən daxili fənlər arası inteqrasiya nə zaman baş verir? Bu, illik planlaşdırmaya, ümumi bir şeylərə aid deyil də. Biz onu gündəlik 1:45 dəqiqəlik dərs üçün təmin ediriksə, inteqrasiya 1:45 dəqiqədə baş verən prosesdirsə, demək, həmin o bir söhbət alt standartdan geçir. Çünki biz alt standart gərək gözümüzün qarşısında ola ki, biz də onun əsasında inteqrasiyamızı müəyyən edək. Məsələn, tutalım ki, məzmun xəttini götürək. Ümumi belə bir məzmun xətti var. Deyək ki, misal üçün, həndəsi fiqurlar. Həndəsə məzmun xətti, riyaziyyatın deyək, 3-cü məzmun xətti, daha anlaşılan olsun deyə sadədən gedirəm mən. Həndəsə məzmun xətti. İndi mən o məzmun xəttinə görə necə inteqrasiya? Həndəsə böyük bir elmdir, böyük bir qoldur. Onun içərisində 3 bucağı var, 4 bucağı var, sahəsi var, nə bilim, bucaqlar var, nə bilim, nələr. Amma mən onun altında olan əsas standartdan keçdim alt standartda. Deyək, alt standartda yazıbdır ki, çevrənin, nə bilim, radiusunu tapır. Və yaxud da nəsə orada deyək ki, müstəvi və fəza fiqurları bir-birindən ayırır. Mən artıq burada dəqiqləşdirsə, mən o zaman artıq öz inteqrasiyamı qura biləcəm müəllim olaraq. Aydındırmı? Məsələn, tutalım ki, sizin ümumi orada biologiyadan deyək ki, əsas standart və yaxud da məzmun xəttiniz biologiyadan tutalım ki, nə bilim, təbiəti götürək. Təbiət və biz. Təbiət və bizin içərisində nələr var? Hər şey var, məsələn. Amma biz artıq gəlirik onun əsas standartda tutalım ki, ekoloji problemlər, məsələn. Gəldik, alt standarta düşdük, nəyin ekoloji problemi? Çox şeyin, torpağın var, suyun ekologiyası var, havanın ekologiyası var, səs kirliliyi var, düzdürmü? Səsin ekologiyası var. Artıq mən orada konkret, əgər səs kirliliyi götürürəmsə, səsin ekologiyasını götürürəmsə, demək, mən rahatlıqla inteqrasiyamı qura biləcəm. Aydındırmı? Məzmun nə qədər konkretləşir, inteqrasiyada bir o qədər dəqiqləşir. Sonra bir də 13 deyilmişdi. Buyurun. Burada deməli fənlər arasında məzmun xətti götürülmədə inteqrasiyada belə başa düşdüm. Yox, inteqrasiya yox, bir dənə dinləyimə, fən daxili məsələsi yox. Yox, baxın. Məzmun xətti ümumi fikir. Sizin ixtisasınız nədir? Sizin ixtisasdan gedək. İnformatika. Baxın. İnformatikadan bildim. İnformatika. Baxaq məzmun xətlərinizə. Sizin məzmun xəttini əzbərdən bilmirəm. Məzmun xətləri. Məsələn, məzmun xətlərinə baxaq. Verilənlər və informasiya. Mən bunun əsasında dərs keçmirəm axı və yaxud da aparat təminatı, bunun əsasında dərs keçmirəm axı, proqram təminatı, bunların əsasında dərs keçmirəm. Mən dərsimi qurarkən, planlaşdırarkən, planda nəyə götürürəm? Alt standart, əsas standartı da götürürəm. Məsələn, mən, baxın, bunların içərisində, məsələn, informasiya cəmiyyətini götürək. 5-ci məzmun xəttimiz informatikadan. Baxın, informasiya cəmiyyəti. Görün, mən burada nələr keçirəm. Baxın, internet terminalları, informasiya axtarışı, kommunikasiya, alış, satış, öyrənmə, dövlət xidmətləri, əyləncə, proqramlara erişmək, faylları saxlamaq kimi əsas istifadə sahələrini bilir.
Sonra nələr var burada? Axtarış aparır, elektron poçt xidmətlərini istifadə edir, qoşma fayllar göndərir, spamın mahiyyətini bilir, qurğulara, proqramlara verilən icazəsiz girişin qarşısını alır. Nə bilim, nəyənlər, haker hücumları, onların qarşısını almaq yolları. Görün, nə qədər məzmun var burada. Bunun hamısını bir gündə keçə bilirsiniz, 1:45 dəqiqəyə sığışdırırsınız. Mən əgər məzmun xəttinə görə inteqrasiyamı qursam, axşamdan ki, sabahlar mən bu dərsi keçəcəm, mən heç nə əldə edə bilməyəcəm. Sualı verən kim idi az öncə informatikanın? Mirvari müəllimə. Baxın, Mirvari müəllimə. Burada siz qarışıb qalacaqsınız, itib batacaq bu fikirlərin arasında. Amma mən gəlirəm, əsas standartı da o yana keçirəm. Və mən nə ilə işləyirəm? Alt standartla. Məsələn, mən artıq burada informasiya anlayışının mahiyyətini anlayır. Gördünmü mən bunu? 1.1.1 alt standart. Bugün mən, deyək ki, məsəl üçün, aprelin 1 günü bu dərsi keçəcəm. Bu standartı reallaşdıracam. Artıq mən burada bilirəm ki, məlumat, xəbər, informasiya. Demək, mən burada həyatla əlaqələndirə bilərəm, fənn üstü inteqrasiya qura bilərəm, xəbərlər proqramından haqqında sorğu, sual edə bilərəm. Nə bilim, baxır sizin yanaşmağınıza da, indi müəllim olaraq hərənin özünün bir yönü var. Aydındır mı? Artıq buradan mən öz inteqrasiyamı qura bilirəm. Amma mən gəlib burada, baxın, informasiya və verilənlər, məzmun xətti, informasiya və verilənlər. İndi buradan gəlin görək, mən nəyə hara inteqrasiya edəcəm? Edə bilərəm. Və yaxud da məsələn, burada baxıram, məzmun xətti 2, aparat təminatı. Bu, dərin bir məzmundur, məzmun xəttidir bu. Bunun içərisində nələr var? Məzmun xəttinin içərisində. Və burada mənim deyək, bugünkü dərsim 2.2.1-dir, bunu reallaşdırmaqdır. Kompüterlə iş prosesində tələb olunan ümumi qaydaları sadalayır. Mən bura baxdım, mən bilə bilmədim ki, mən sabahlar bu dərsi keçəcəm. Mən görürsən uşaqlara hansı fənlə inteqrasiya edim ki, dərs daha maraqlı və yadda qalan olsun. Mən onunla müəyyən edə bilmirəm. Baxıram, heç nə görmürəm bunun içərisində. Amma mən gəldim burada 2.2.1 kompüterlə iş prosesinə tələb olunan ümumi qaydaları sadalayır. Mən artıq baxıram ki, burada mən nə etməliyəm? Qurğuların işə salınması, söndürülməsi və arıcıl. Deyirəm, hə, deməli mən buradan həyat bilgisinə, təbiət fənninə inteqrasiya edəcəm və orada təhlükəsizlik qaydaları ilə bağlı mövzu var, məzmun var. Və orada bu tokdan, işıqdan, elektrikdən qorunmağın yolları filan da var. Onunla bağlı danışa bilərəm. Və yaxud da bu yuxarı sinifdə olsaydı əgər, mən o zaman fizika ilə əlaqələndirərdim. Elektrik yuvaları ilə, elektrik naqilləri ilə və s. ilə əlaqələndirərdim. Aydındır? Bu şəkildə. Bax, elə belə başa düşək. Fənniniz, düşünün ki, sizin fənninizin adı meyvələrdir. Belə bir adda, necə ki, informatika, riyaziyyat, fizika, kimya, meyvələr adlı bir fənn var. Bu meyvələr ümumi addır. Mən deyirəm ki, misal üçün, meyvələr faydalıdır. Amma bu meyvələr fənnin adına baxın, mən hansının faydasına? Meyvələr eyni saydadır. İndi də xaricdən gələn meyvələri və s. nəzərə alsaq, bəzən girirsən marketə, mağazaya ilə qəribə meyvə ilə rastlaşırsan ki, birinci dəfədir, yəni bu yaşa çatmışaq, mən belə bəzən deyirəm, görürsən, bu hansı meyvədir? Düzdürmü? Belə hallarda rast olduq. Və bu baxımdan o meyvələr bizim fənnimizdirsə, necə ki, informatika fənnimizdir, biologiya fənnimizdir. İndi bunu məzmun xəttlərinə bölək gəlin, meyvələr fənnini. Məzmun xətti, deyək, birinci məzmun xətti oldu gilə meyvələr, ikinci məzmun xətti oldu, deyək, bağ meyvələri. İkinci məzmun xətti oldu, üçüncü oldu bostan meyvələri. Yenə bu da ümumi addır. Düzdürmü? Və mən gəldim, indi bostan meyvələri, mən bilmirəm, yəni yanlış deyirəmsə, üzrlüsən, yəni anlaşılsın deyə deyirəm, yəni bu yanaşma. İndi mən gəldim, baxdım ada, meyvələr. Meyvələr axı böyük bir anlamdır. Mən bunun hansını keçim bugün? Sabaha hansı dərs hazırlaşım, bilmədim. Gəldim məzmun xəttinə. Məzmun xətti. Baxdım, gilə meyvələr, birinci məzmun xətti. O qədər gilə meyvə var. Çiyələm, qarağat, moruq, nə bilim, nə, düzdür. Bunu da bilənmədim. Ona görə keçdim əsas standarta. Əsas standart deyək ki,
əsas standart, birinci əsas standart orada yazdı. Kol gilə meyvələri. Məsələn. İkinci əsas standart olacaq orada gilə meyvələrdə ağac gilə meyvələri. Məsələn. İndi kol gilə meyvələri də mənim üçün qaranlıqdır. Axı orada da var. Qarağatı var onun. Nə bilim, tutalım ki, çiyələm deyək ki, koldursa. Kol deyil amma məncə çiyələm olsun. Onu da artıq mən dəqiqləşirəm. Alt standart gəldi, məndə nə verdi? 1.1.1 3 dənə kodlaşma. Birinci gəlir orada çiyələm, ikinci gəlir qarağat, üçüncü gəlir moruq. Artıq mən alt standart götürürəm. Yəni moruqdan danışıramsa, mən artıq bildim nəyə inteqrasiya edəcəm. Mən oradan moruğun rənginə görə təsvir incəsənətdən qırmızı rəngə inteqrasiya edəcəm. Moruğun cana faydasına görə həyat bilgisi ilə, təbiət fənni ilə, insanla, nə bilim, sağlamlıq və rifah bu məzmun xətləri ilə digər fənləri əlaqələndirəcəm. Aydındır? Bəli, müəllimə, çox sağ olun. Buyurun. Kiməsə qaranlıq qalmadı bu məqam? Konkretlik odur ki, yəni fən daxili ancaq alt standart. Yox, fən daxilindən söhbət getmir. Ümumiyyətlə inteqrasiya fərqi yoxdur. Fən daxili, fənlər arası, fənlər üstü. Ümumən inteqrasiya dediyimiz alt standarta görə biz qura bilirik. Alt standart yoxdursa gözümüzün qabağında, mən nə fənnin adına, nə məzmun xəttinə görə, nə də əsas standarta görə mən bilmirəm. Bu ümumi anlamların içərisindən çıxa bilmərəm mən. Alt standart isə konkretli, dəqiqlik var, konkretlikdən mən gedirəm irəli. Buyurun. Demək, sonra bir də 13 deyilmişdi, yoxsa yox? Bəli, 13 idi. Tamam. İndi gəldik 13-ə. Hansı fikir yanlışdır? Deməli, yenə 4 dənə doğru var və 1 dənə yanlışımız var. Effektiv inteqrasiya həm də şagirdlərdə yumşaq bacarıqları inkişaf etdirir. Doğrudur, yanlışdır? Doğru. Doğrudur. Aydın məqsədlərin olması keyfiyyətli kurikulum meyarlarından biridir. Təbii ki, məqsədlər aydın olmalıdır. Aydın olması mən bilməyəcəm axı ki, bu uşaqları mən hardan hara aparıram, düzdürmü? Ona görə də yəni bu məqama da diqqət edirik. Sonra məzmun xətti hər fənnin Sonra demək, məzmun xətti hər fənnin şagirddə formalaşdıra biləcəyi bacarıqlar üzrə müəyyənləşdirilir. Biz nə dedik? Dedik, məzmun xətti hər birisi sonunda gəlib ümumi məzmunu, necə ki, bayaq dediyi meyvələr. Burada var, deyək, məzmun xəttimiz gilə meyvələr, bostan bitkiləri, ağac meyvələr, nəbnənə. Bunlar sonuçda gəlir ümumi, deyək ki, o meyvələr fənninin məzmunu mənimsətməyə xidmət edir. Burada da nə deyir? Məzmun xətti hər fənnin şagirddə formalaşdıra biləcəyi bacarıqlar üzrə müəyyənləşdirilir. Yəni, şagirddə hansı bacarıqlar formalaşa bilər? Müxtəlif fənlərin məzmun xəttləri arasında əlaqə qurulması üfüqi inteqrasiyaya aiddir. Müxtəlif fənlərin müxtəlif fənlərdirsə Fənlər arası olmalıydı bu. Bəli, fən arası. Bu məzmun xəttlər arasında əlaqət bəzən çaşdıra bilər, amma burada deyir müxtəlif fənlər. Deməli, burada yanlış fikir D variantıdır. İnteqrasiya şagirdləri inkişafa və özünü inkişafa istiqamətləndirmək məqsədi ilə təlimin bütün məzmun komponentləri arasında əlaqə qurmaqdır. Bu da doğrudur. Təlimin məzmun komponentləri biz keçən dəfə də dedik, nədir? Misal üçün, coğrafiya ilə tarix arasında, fizika ilə kimya arasında, yəni bir fənlə digər fən arasında. Sonra bir də buradakı yumşaq bacarıqlar var. Bu demək, son illərin terminidir. Ola bilsin ki, burada kimsə bu fikir yəni aydın deyil. Yumşaq bacarıqlar bilirsiniz nədir? Ona görmək istəyirdim. Tamam. Demək, ümumiyyətlə, yumşaq bacarıqlar deyə bacarıqlar var. Bir də bəzən sərt bacarıqlar deyə yanaşma var. Müasir kurikulumda. Bu nədir? Deyir, effektiv inteqrasiya həm də şagirdlərdə yumşaq bacarıqlar inkişaf edir. Yumşaq bacarıqlar dediyimiz, bax, biz
sizinlə hələ demək o düşüncə formaları və s. keçməmiş, indi keçəcək. Tənqidi düşüncədir. Sonra müasir dövrdə nə deyirik? Problem yönümlü tədrisin, dərslərin qurulması. Problem yönümlü, yəni o təfəkkürün inkişafıdır. Sonra ünsiyyətdir, komandada işdir, yəni komanda digər yoldaşlarla ünsiyyət bacarıqlarıdır, rəqəmsallıqdır. Yəni bunların hamısı yumşaq bacarıqlardır. Və bu inteqrasiyada bunun üçün şagirdlərə imkan yaradır. Yəni bu tənqidi düşünmədir, problem situasiyalardan çıxışdır, sonra ünsiyyət bacarıqlardır, rəqəmsallıqdır, rəqəmsal bacarıqlardır. Bunları inkişaf etdirir şagirddə. Aydındırmı? Əgər effektiv qurulubsa inteqrasiyanız. Çünki bir fənnin içərisindən digər fənnə inteqrasiya ediriksə, təbii ki, burada yumşaq bacarıqlar da inkişaf etmiş olacaq. Müəllimə, orada məzmun xəttləri var deyə, məzmun xəttləri arasındakı əlaqə hansı inteqrasiyaya aid olur bəs? D-ni deyirsiniz? D variantı. Bəli, müəllimə. Siz ora niyə baxırsınız ki? Dedim, ora baxıb özünüz şaşırın. Müxtəlif fənlərin, baxın, müxtəlif fənlər deyirsə, bu hansı inteqrasiyadır? Fənlər arasında üfüqi sözü var idi. Üfüqi nəyə aiddir? Üfüqi və şaquli. Fən daxilindədir. Üfüqi və şaquli fən daxilindədir. Aydındırmı? Bax, burada qeydiyyatlarınızı aparın. Testin kənarlarında olan ağ hissələrdə qeydiyyatlarınızı aparın. Müxtəlif fənlər yazdınız, dairə aldınız, mümkün. Buradan da bir dənə ox qoyun. Burada yazın bu hissəsində bir balaca karandaşlar, sonra pozarsınız gələcəkdə. Burada yazın ki, bu müxtəlif fənlər arası inteqrasiyadır. Buradan da bir dənə ox çıxardın, haradasa bu kənarlara aparın, bunu da oxunun. Bunu da bir dairəyə alın. Burada da qeydiyyatınızı kitabın kənarında vurğulayın. Buradan yuxarı aşağı qeyd edin ki, üfüqi və şaquli fən daxilinə aiddir. Bizə də deyirdi yanlışı tap, biz də ona görə bunu yanlış götürdük. Aydındır. Müxtəlif fənlər sözü aiddir fənlər arasına. Müxtəlif fənlər deyir axı. Müxtəlif. Riyaziyyat, tarix, coğrafiya, müxtəlif fənlər. Fənlər arasında olan inteqrasiyadan gedir söhbət. Üfüqi söz isə aiddir fən daxilinə. Sonra hansı sual? Hansı sual? 15-16 mənə 17-də. Mənə 16. Tamam. 15-16-ya baxaq. Demək, uyğunluğu deyil müəyyən edin. Məzmun xətti, alt standart, 2 dənədir. Məzmun xətti və alt standart. Biz də buradan variantları seçib qarşılaşdırma testidir, qarşılaşdırmalıyıq. Deməli, təlimdə inteqrativliyi təmin edir. Nə edir təlimdə inteqrativliyi təmin edir? Alt standart. Karandaşla burada qeydlərimizi aparırıq. A variantı. Yazdıq 2-yə alt standartdan. Fənnin şagirddə formalaşdırdığı bacarıqlar üzrə müəyyənləşdirilir. Az öncə dedik ya, bəli, bu məzmun xəttidir. Deməli, B-ni yazdıq məzmun xəttinin qabağına. Məzmun davamlı inkişafını təmin edir. Davamlı inkişafını. Bəli, niyə? Çünki davamlı inkişaf bu günləri A hərfini keçdi, sabah B hərfini, bu günləri çiyələmi, sabah moruğu, o birisi gün qarağatı. Nə təmin edir bunu? Alt standart. Düzdürmü? Demək, məzmun davamlı inkişafını təmin edən alt standartdır. C-ni də yazdıq alt standartın qarşısına. Sonra, fənnin məzmununun əsas istiqamətini, yolunu, istiqaməti müəyyən etmək nəyə aid idi? Məzmun xəttidə, məzmun xətti, yol, istiqamət düzdür. Və biz də D-ni yazdıq bura. İndi axtaraq bu variantımızı tapaq. 1, B, D, 2, A, C. A variantı. Aydındır. Seçin. Əslində çox asandır. Niyəsə biraz diqqətsizlik eləmişik ola bilsin ki. Gəldik 16-da dediniz, eləmi? Səhv etməmsən. Bəli. Alt standarta aid edilə bilməz. Bizə lazımdır edilə bilməyənləri tapaq.
Hər bir sinifdə, burada neçə dənə seçim verir? 2 dənə seçim. Variantların hamısında 2-dirsə, deməli nəzərimizdə tez saxladıq nəyi? 2 dənəsi aid edilə bilməz. Amma görək hansı aid edilə bilməz. Hər bir sinifdə tədris olunan fənnin məzmunun davamlı inkişafını, davamlı inkişaf nəyə aid edir? Alt standartı. Alt standarta. Aid edilir, edilmir? Edilir. Eləmi? Aiddir. Aiddir. Bizə də deyir, aid edilməyən tap. Şagirdləri dərsə cəlb etmək üçün istifadə olunan təlim strategiyasıdır. Strategiya deyir, təlim strategiyası. Təlim strategiyası. Alt standart təlim strategiyası deyil. Biz təlim strategiyası seçərkən alt standarta baxıb seçirik. Məsələn, tutalım ki, əgər mənim bugünkü dərsim suda, quruda yaşayanlardırsa, mən strategiyanı belə götürürəm. Bir dənə qurbağa, bir dənə də balıq gətirəcəm sinifə. Və onu orada uşaqlarla onu müzakirə edəcəyik. Strategiyanı bu şəkildə seçdim. Və yaxud da strategiyamı seçdim, aparacam onları göl qırağına. Bir qarmaq da aparacaq özümüzdən. Orada real olaraq canlı şəkildə balığı tutacaq, qurbağanı tutacaq, orada müzakirə edəcəyik. Qeyri-standart dərs quracaq. Yəni, strategiya alt standart deyil. Təlim strategiyanı biz alt standartın əsasında seçirik. Deyir, şagirdləri dərsə cəlb etmək üçün istifadə olunan təlim strategiyasıdır. Amma alt standart, misal üçün, bunun qabağına bir alt standart sözü qoysaq, bunların hamısı fikirlər alt standarta aid olmalıdır, belə deyil. Alt standart şagirdləri dərsə cəlb etmək üçün istifadə olunan təlim strategiyası. Cümlə uyğun gəldi? Yox. Alt standart əsas məzmunun mənimsənməsini təmin edir və əsas standartda olan fikirləri reallaşdırır. Bütün ümumiyyətlə standartlar birləşib məzmun xəttini reallaşdırır, məzmun xəttləri birləşib ümumi fənninizi reallaşdırır. Strategiya isə alt standarta görə seçilir, amma alt standartın özü strategiya deyil. Aydın mı? Elə bir ki, müəllimət strategiyanı var, amma biz alt standartın özü strategiya deyil. Alt standartın özü strategiya deyil. Aydındır mı? Bax, bu yanlışdır. Sonra, summativ qiymətləndirmənin aparılmasını təmin edir. Biz bu haqda danışmışdıq, düzdür? Dedik ki, biz qiymətləndirmənin nəyə əsasən? Az öncə də dedik ya, qiymətləndirmə ilə bağlı sual üçün. Dedim, alt standartda mən əgər bu mövzunu keçmişəmsə və mən standarta baxıram, hansı mövzunu keçmişəm, qiymətləndirmə vasitələrimi ona uyğun hazırlayıram. Mən əgər balıqları keçmişəmsə, niyə gedim ağacdakı meyvədən sual tərtib edeyim ki, qiymətləndirmə vərəqlərində? Düzdür? Summativdə mən keçdiyim mövzunu summativə salıram da. Təmin edir. Sonra, təhsil verənin keyfiyyət göstəricisine qoymuş dövlət tələbidir. Bu nə idi? Bu fikir. Qiymətləndirmə standartı təhsil verənin keyfiyyət göstəricisine qoymuş dövlət tələbidir. Bu qiymətləndirmə standartına aiddir. Bax, burada da qeydiyyatınızı götürə bilərsiniz. Qiymətləndirmə standart sözünü mən indi qısa yazıram. Siz altdan qeydlərinizi aparın. Demək, bu da aiddir. Sonra, qazanılan bacarıqların həyatda tətbiqinin təmin olunmasına xidmət edir. Doğrudurmu? Fən üstü də elədir. Deyək ki, qazanılan bacarıqların həyatda tətbiqinin təmin olunmasına xidmət edir. Biz lap öncədən də nə dedik? Dedik, standartlar 2 hissədən ibarətdir, bilik və fəaliyyətdən. Bilik hissəsi onlara həmin məzmunla bağlı bilik, fəaliyyət hissəsi isə onlarda həyatı bacarıqlar formalaşdırır. Həmin məzmunla bağlı bacarığın formalaşdırılması. Ona görə bu da aiddir. Demək, burada aid olmayan 2 və 4 A variantı. Sonra neçəyə baxaq? 19-a. 19-dan öncə var. 19-dan öncə kimdəsə var? 19-20-yə də izah eləsəniz yaxşı olar. 19-20. Tamam. Demək, yanlış bəndi müəyyən edin. Deməli, yenə 4 doğrumuz var, 1 yanlışımız var. Məzmun standartları. Məzmun standartı 2 hissədən ibarətdir. Az öncə dediyim fikir. Düzdür, yanlışdır bu. Bilik və fəaliyyət. Düzdür. Öyrənmə prosesi baş verməsi məktəblə məhdudlaşdırıldığı üçün dərsə ayrılan akademik saatdan səmərəli istifadə etmək mütləqdir. Öyrənmə prosesi məktəblə məhdudlaşırmı?
evdə də oxumalıdır şagird. Yox, bu tək ev məsələsi deyil. Yəni uşaq kənardan da biliklər alır, kənardan da başlayır. Məsəl üçün biz fənüstü inteqrasiyada həmçinin nə deyirik? Biz deyirik ki, məktəbdə və dərslikdə olmayan, yəni əlavə bir şeylər. Məsələn, tutalım ki, belə deyək də, siz elə deyək, balıqları keçirsiniz. Balıqlar sinfindən, balıqların növlərini və s. keçirsiniz. Burada müzakirələr zamanı elə başlanğıcdan artıq fənüstü inteqrasiya alındı. İstəməsəz də, yəni siz özünüz nəzərinizdə tutmadıqda, bəzən dərsin gedişatı elə sizi maraqlı yönlərə aparıb çıxaracaq ki, siz dərs planınızda tutmadığınız, nəzərdə etmədiyiniz bir proseslər gəlib alınacaq burada. Məsələn, uşağın da biri yerdən qalxdı dedi, olar müəllimə, mən burada bir fikir bildirim. Biz yayda kəndə babamgilə gedirik və orada göl var, çay var, gedib orada balıq tuturuq. Bax, balığın bu növü var, bu növünü yeyilir, bu növü yeyilmir, bu növündə bu var, o var. Bir də durdu oradan, qızlardan biri tutalım dedi ki, hə müəllimə, onun da balığın daxili orqanları budur, onun ürəyi başında yerləşir. Hardan bilirsən, mənim anam onu yarıb bişirəndə görmüşəm orada, yanında dayanmışam. Onun nə qulaqçıqları var, buradan belə qaldırırsan baş hissəsini, oradan nə bilim, bu var, o var. Yəni, bu şəkildə danışırlar. O baxımdan da öyrənmə prosesi məktəbdə məhdudlaşdırılmış, insan həyatdan daha çoxunu öyrənir, real həyatdan. Aydındırmı? Burada da deyir ki, öyrənmə prosesinin baş verməsi məktəblə məhdudlaşdırıldığı üçün dərsə ayrılan akademik saatdan səmərəli istifadə etmək mütləqdir. Dərsə ayrılan akademik o 45 dəqiqədən səmərəli istifadə etmək mütləqdir, amma məktəblə məhdudlaşdırıldığı üçün deyil bu. Məktəblə məhdudlaşmır. Öyrənmə, yəni burada yanlış fikir, öyrənmənin məktəblə məhdudlaşması fikridir. Səmərəli istifadə etmək doğrudur. Səmərəli istifadə olunmalıdır. Amma öyrənmə prosesinin yalnız məktəblə məhdudlaşması, yəni ancaq uşaq mütləq şəkildə məktəbdən öyrənir. İndi bu dəqiq o qədər elektron sistemlər var, YouTube-dan da öyrənir, dərsliklərdən də, vəsaitlərdən də, ailədən də, həyatdan da, təbiətdən də. Aydındırmı? Ona görə bu məhdudlaşmır. Dərs prosesində müəllim inteqrasiyanın bir neçə növündən istifadə edə bilər? Bəli. Dərsin müəyyən bir hissəsində fənlər arası etdiniz, o birisi hissəsində növbəti 15 dəqiqəsində fən daxili, üfüqi və yaxud şagird inteqrasiya etdiniz. Artıq bu baxır sizin yanaşmanıza. Şagird yönümlü dərslərdə müəllimlər dərsi düzgün qurmaqla şagirdlərdə inteqrativ düşünmə formalaşdıra bilər. Bəli, bu da doğrudur. Müəllim təlim-tədris prosesində şagirdin müxtəlif yaş dövrünün xüsusiyyətlərini nəzərə almalıdır, mütləqdir. Bu olmasa, yəni, belə deyim də, dərs prosesiniz də belə xaos şəklində keçəcək. Sonra, 19 bir də 20 dediniz, eləmi? 20 deyildi. Sonra, doğru fikir müəyyən dedim və burada 4 dənə yanlış var. Bircə dənə doğrunu tapacaq biz. Təhsil proqramında müxtəlif fənlər üzrə ümumi təlim nəticələri əks olunur. Söhbət nədən gedir? Təhsil proqramı dediyimiz kurikulumlardan. Düzdür? Kurikulumlar. Təhsil proqramı elə kurikulumdur. Kurikulumda deyil, müxtəlif fənlər üzrə ümumi təlim nəticələri əks olunur. Var mı belə bir? Biz kurikulumu keçəndə dedik ya. Demək, bəli, bu doğrudur. Bəli? Orada dedikdə fən kurikulumları aydın. Bəli. Sonra, fən kurikulumlarda mövzular alt standart şəklində ifadə olunur. Fən kurikulumlarında məzmun alt standartlar şəklində ifadə olunur. Mövzular kitabda olur, dərslikdə olur. Orada mövzu olmur. Məsələn, əgər deyək ki, tarix fənninə və yaxud da fizikadan və yaxud informatikadan olsun, biologiyadan, nə bilim, orada deyir ki, elm xadimlərini, fizikadan elm xadimlərini tanıyır. Orada ad-bad göstərmir ki, hansı məhz alimdən gedir söhbət. Və yaxud da kimyanın inkişafında rolu olan elm adamlarını tanıyır. Orada yazmır ki, Mendeleyevi tanıyır, nə bilim, filan kəsi tanıyır. O artıq kitabın içərisindədir. Mövzular. Summativ qiymətləndirmənin əsas məqsədi müəllimin təlim fəaliyyətinin müəyyənləşməsinə xidmət etməkdir. Summativ qiymətləndirmə müəllimin
təlim fəaliyyətini necə müəyyən edəcək? Summativ qiymətləndirmə şagirdin əldə etdiyi bilik və bacarıqların ölçülməsi məqsədi ilə aparılır. Müəllimin təlim fəaliyyəti isə müəllim özü necə ürək istəyir, o şəkildə təlim fəaliyyətini qurur, həyata keçirir və standartını reallaşdırır. Demək, bu da yanlışdır. Müəllimlər istədikləri şəkildə alt standartlarda dəyişiklik var. Ümumiyyətlə, biz standart deyilinə baxın, adından bəlli standart. Biz onu körləyə bilmərik, yəni toxuna bilmərik. Biz alt standartda dəyişiklik yapara bilmərik. Alt standartı sadələşdirib, yəni belə deyək də, təlim nəticəsinə çevirərək, alt standart əsasında təlim nəticəsi yaradaraq biz orada öz işimizi qura bilərik. Amma alt standartı biz nə alt standartı, nə əsas standartı, nə məzmun xəttini, heç nəyi dəyişməyə, bu dövlət sənədidir. Elə bilin ki, bir növ qanun maddəsi kimi maddələr və alt maddələr var. Ona görə biz onu dəyişə bilmərik. Yəni, dəyişiklik apara bilməz. Məzmun xəttləri dərsin təlim nəticələrinin ifadə formalarından biridir. Xeyr, məzmun xəttləri dərsin təlim nəticələrinin ifadə formalarından biri deyil. Təlim nəticələri demək, müəyyən olunur və standartlar təlim nəticəsinin reallaşmasına xidmət edir. Məzmun xətti isə həmin məzmunu sistemləşdirmək üçün, belə deyək də, bir rельsə salmaq üçün qeyd etdiyim kimi bir yoldur. Orada bir ibarətdə necə dediniz, üzrü sənədə Kurikulumda mövzular standartlar şəklində ifadə olunur. Mövzular standartlar şəklində ifadə olunur. Təlim nəticələri standartlar şəklində ifadə olunur. Təlim nəticələri, bəli. Çünki təlim nəticələrinə uyğun da, misal üçün, əgər orada yazıbsa təlim nəticələrində şagird suda, quruda yaşayan heyvanları tanıyır. Standartda da artıq o yazılacaqdır ki, misal üçün, şagird suda, quruda yaşayan heyvanları tanıyır. Təlim nəticələri olsa, deməli, cavab biz ola bilər. Bəli. Buyurun. Sonra neçə? 32. 32-dən qabaq var. Elə mən də onu istəyərdim. Mən 32-ni soruşdaydım. Hələ də 32-lərlə. Təkrarısı da var məndə. 32-dən qabaq var, kimdəsə? Yox. Məndə 32 qaldı. Demək, biri doğru deyil. Demək, 4 dənə düzümüz var. Birinci onu müəyyənləşdik və biri doğru deyil. Baxaq görək, hansı doğru deyil. Demək, fən daxili inteqrasiya hər hansı bir fənnin daxilində mövzular arasında yaradılan əlaqədir. Doğrudur mu? Fən daxili hər hansı bir fənnin daxilində mövzular arasında. Bu doğru fikirdir. Sonra. Məzmun xətti hər fənnin şagirddə formalaşdıra biləcəyi bacarıqlar üzrə müəyyənləşir. Doğrudurmu? Məzmun xətti hər fənnin şagirddə formalaşdıra biləcəyi, misal üçün, ədədlər və əməlləri formalaşdıracaq. Nə bilim, deyək ki, bayaqkini götürək, informasiya, nə bilim, nəyini, misal üçün, tamam ki, məzmun xəttlərinə baxaq. İnformasiya və cəmiyyət bu istiqamətdə, algoritmlər və proqramlaşdırma bu istiqamətdə, proqram təminatı. Yəni, məzmun xəttləri bu istiqamətdə nə edir? Hər fənnin şagirddə formalaşdıra biləcəyi bacarıqlar üzrə müəyyənləşir. Hər fənnin. Misal üçün, bayaq indi baxdığımız informatika deyin, həmin informatikanın formalaşdıra biləcəyi bacarıqları biz gördük. Demək, bu da doğrudur. Sonra, müəllim fəaliyyətini alt standartın tələblərinə uyğun planlaşdırmalıdır. Biz nə dedik? Biz dedikmi, müəllim baxacaq alt standarta, öz gündəlik planlaşdırmasını onun əsasında quracaq. Düzdür? Alt standarta görə qurursa da gündəlik planlaşdırması. Çünki əsas standarta baxanda ümumi fikirdir. Məzmun xəttə baxanda ümumi fikirdir. Fikir xırdalanır və dəqiqləşir. Harda? Alt standartda. Və biz də dərsimizi onun üzərində qururuq. Sonra, qiymətləndirmə məzmun xətti üzrə fəaliyyətin reallaşmasına əsas rol oynayır. Qiymətləndirmə məzmun xətti üzrə fəaliyyətin. Ümumiyyətlə, məzmun xətti fənn üzrə məzmun xəttidir. Məzmun xəttin bilik və fəaliyyəti yoxdur. Məzmun xətti bir dənə elə məzmun xəttidir. Burada deyil, məzmun xətti üzrə fəaliyyətin reallaşmasına əsas rol oynayır. Əgər burada qiymətləndirmə alt standart üzrə fəaliyyətin reallaşmasına rol oynayır desəydi, biz bunu düz götürə bilərdik. Düzdürmü?
Burada deyir məzmun xətti. Ona görə də bu yanlışdır və bizdən də nə deyir? Doğru deyil. Bizdə burada D variantıdır. Alt standartlar bilik və fəaliyyət hissələrlə ilgili bu da doğru. Sözünün əvəzində əsas standart olmalı idi bunun. Harda? Orada var, məsəl üçün qiymətləndirmə sözü yazmış. Hə, məzmun xətti üzrə fəaliyyətin reallaşması əsas rol oynayır. Məzmun xəttinin fəaliyyəti, məzmun xətti fəaliyyət deyil axı. Məzmun xətti həmin fənn üzrə nədir? Məzmun xətti nədir ümumiyyətlə? Məzmun xəttin qaydası nə idi? Bir xatırlayın. Təlim nəticələrini fənn üzrə nə edirdi? Fənn üzrə. Məzmun xətti üzrə fəaliyyət, yəni biz bu kəlməni işlətmirik. Reallaşdırılmasını təmin etmək üçün müəyyən edilən məzmunun zəruri hissəsi olur. Ay, sağ olun. Yəni o məzmunun bir parçası da o xətt gedir, sonunda yenə aparır bizi o fəndən, tam olaraq fənnin reallaşmasına gətirib çıxarır. Məzmun xətti bir istiqamət. Bax, belə düşünün də, demək, mətbəx mebelinizi düşünün. Mətbəx mebelinizin hər gözündə boşqab gözü ayrıdır, qazan gözü ayrıdır, qaşıq gözü ayrıdır, stəkan gözü ayrıdır, düzdürmü? Bax, bunlar dolabın gözləridir, şkafdır. Yəni, ancaq qutu kimi düşünün. Məzmun xətləri bir qutu, korobqadır. Onun içərisində bir şkafın gözünü açdınız. Bu məzmun xətti boşqablar məzmun xətti idi. Açdınız, oranın içərisində boşqablar var. Salat boşqabı var, kalbasa boşqabı var, dərin boşqabı var, kasalar var, isti yemək üçün var, desertlər üçün var. Ancaq boşqablardır. Siz onu bir-bir dərsini keçirsiniz. Bugün keçdiniz salat boşqabını, sabah keçdiniz kalbasa boşqabını, o biri gün keçdiniz dərin boşqab. Yəni bu şəkildə inkişafa doğru geçir. Yəni məzmun xətti dediyimiz onun içərisindən götürdüyümüzün fəaliyyətləri var. Aydındırmı? Əsas və alt standartların fəaliyyət hissəsi var. Məzmun xətti isə dolabın gözü kimi, bir qutu kimi düşünün, bir səbət kimi. Misal üçün, meyvələr sizin fənninizdirsə, girə meyvə səbəti var, sonra meyvə səbəti var, tərəvəz səbəti var, bostan bitkilər səbəti var. Bu səbətin içərisində gilə meyvələrdir, qarağat, moruq, çiyələk, o birisində alma, armud, nar, hayvadır. Və onları da hətta səbətin içərisindən bir-bir götürüb keçirsiniz. Bugün hayvanı keçdi, sabah almanı, o birisi gün armudu. Onlar artıq alt standartlarda alma, armud, hayva. Aydındır? Bax, burada indi məzmun xətti əvəzən dediniz nə olsa ya, düz olardı. Alt standart. Bir də mənimə dəqiqə razıdırsa cavabınızdan 37-yə də baxarız sonra. Tamam. Yanaşı. 37-dən qabaq var kimdəsə? 37-dən öncə var kimdəsə? Yox. Məzmun xətti nədir? Mənimsənməsi nəzərdə tutulan təlim nailiyyətlərinin konkret bir səviyyəsidir. Bu nəyə aiddir? Ümumi təlim nəticələridir. Mənimsənilməsi çünki nəzərdə tutulub. Hələ həyata keçməyib. Qabağında yazdınız təlim nəticəsi. Bax, özünüz üçün bax, nəzərdə tutulan sözünün burada qeyd etdiniz, yazdınız təlim nəticəsi məsələn. Sonra gəldik növbətiyə. Fənnin əsas məzmunu ifadə edən ana xəttidir. Onun leitmotividir, özəyidir, düzdür. Ana xəttidir də məzmun xətti. Demək, burada məzmun xəttinə aid olan bu fikir doğrudur. Təhsən, burada leitmotiv sözünü də yaza bilərsiniz. Orada, bilmirəm, deyə məzmunda da olmalıdır, səhv etməmsə. Demək, məzmun xəttinin qaydasında da qeyd olunur ki, fənnin əsas məzmunu ifadə edən ana xəttir, onun leitmotividir, yəni ayrılmaz tərkib hissəsidir. Sonra, təhsil alanların bilik və bacarıq səviyyəsinə qoyulan dövlət tələbidir. Söhbət nədən gedir? Bəli, burada da qabağında qeydlərinizi aparın ki, testiniz tam təhlil olunmuş olsun. Qiymətləndirmə standartları yazdınız bura. Dərslikdəki mövzuların bölmələr üzrə qruplaşmasıdır. Nədir bu? Yox, mövzuların yox. Bu sadəcə elə bir fikirdir. Dərslikdəki mövzuların bölmələr üzrə qruplaşması elə nədir? Bölmədir də. Bölmənin içərisində qruplaşır. Sonra, fənn üzrə reallaşması nəzərdə tutulan ümumi təlim nəticələridir. Məzmun xətti o deyil axı. Fənn üzrə reallaşması nəzərdə tutulan ümumi təlim nəticələridir.
Burada ümumiyyətlə fikir qarışıqdır və yarı-yarım çıxdı. Oldu müəllimə, sağ olun. Buyurun. Başqa? Başqa? Yoxdur. Yoxdur ki. Mən bir dənə qırıq üç məndə bir dənə zəhmət olmasa baxardı ona. Demək, cədvələ əsasən uyğunluq müəyyəndir. Yenə də doğru yanlış cədvəlinə gəldik. Məzmun standartları iki hissədən ibarət olur. Bilik və bacarıq. Düzdür? Bilik və fəaliyyət düzdür də. Yəni, bacarıq ilə fəaliyyətdir, fəaliyyət ilə bacarıqdır. Bu sizi çaşdırmaz. Mötərizə qabağına fəaliyyət sözündə yaza bilərsiniz, əgər çaşırsınızsa. Deməli, doğru yerindədir, düzdür? Doğru qabındadır. Bacarığın formalaşdırılması vərdişə əsaslanır. Bu doğrudur da. Yanlışdır. Vərdiş, yəni bacarıq formalaşan demələ gəlir. Bacarığın formalaşdırılması vərdişə əsaslanır. Belə deyək də, bacarığın formalaşması vərdişə əsaslanmır əslində. Danışıqdır bu. Baxın. Vərdişin özü bacarıqdan formalaşmır mı? Hə, Əslində. bəli, əslində bacarıqlar vərdişə davamlı etdikdə, bəli, bir vərdiş halına gəlir. Amma bacarığın formalaşdırması vərdişə əsaslanmır. Axı, vərdiş bizdə bacarıq formalaşdırmır. Bildiniz necə? Baxın, biz tutalım ki, mən bir tort resepti götürmüşəm. O reseptə baxdım bir dəfə, 2 dəfə, 3 dəfə, 5 dəfə tort bişirdim. Artıq onu məndə vərdişə çevrildi. Mən o resepti atdım. Gözümü yumub belə bişirirəm. Yumurtanı qırdım, pesoğu qarışdırdım, onu tökdüm və s. Vərdişə çevrildi, düzdür? Birinci, mən burada deyir ki, bacarığın formalaşması vərdişə əsaslanır. Birinci vərdiş yarandı, sonra məndə bacarıq formalaşdı. Yoxsa bacarıq getdikcə təkmilləşə vərdişə çevrilir. Bəli. Bildiniz necə? Sonra, demək, indi yanlışa baxaq. Məzmun xətti fənnüstü inteqrasiyanın həyata keçirilməsinə mühüm rol oynayır. Məzmun xətti ümumiyyətlə yerindəcə qalır, o yerində təpikləyir. Elə ki, bax, orada postda dayanmış bir əskər kimi. Məzmun xətti heç nə eləmir. Məzmun xəttindən sonra gələn əsas və alt standartlar o məzmun xəttinin belə deyək də, içərisində olan, necə ki, o şkafın gözü, qutu kimi bayaq dedik, ya səbət kimi dedik. Məzmun xətti inteqrasiyanı həyata keçirə bilməz. O elə oradaca qalıbdır. Yəni, şkafın gözü nə eləyə bilər? Heç nə. O şkafın gözünü açırıq, biz o məzmun xəttinin qapısını açdıq, götürdük onun içərisindəki boşqabı, o boşqabdan başladıq danışmağa. Aydındır mı? Biz o boşqabla inteqrasiyanı həyata keçiririk. Deyək ki, gildən olan boşqabı götürdük coğrafiyaya, gil torpaqlara və s. Nə bilim, təbii resurslara inteqrasiya etdik. Aydındır mı? Amma şkafın gözü ilə oradadır da, elə açırıq, örtürük. Ancaq oradan standartları götürüb reallaşdırırıq. Aydındır. Burada yəni məzmun xətti rol oynamır. Ona görə də bu yanlışdır və bizə də lazım idi yanlışdan da yanlışı götürək. Bunu da nəzərə almalıdır, bu doğru fikirdir. Yanlışın qabında deyil. Yəni, bunları sildik. A variantı. Başqa? Mən bir dənə 13-cü suala qayıdaq da. 13-ə bayaq baxmadıq. Baxdıq elə. Baxmışıq mən. Bir dənə orada elə bu sizdir yəni. Aha, buyurun. Amma orada... Səsiniz getdi. Aynen, mən orada məzmun xətlərinə görə götürmüşəm D variantını. Yəni, ümumiyyətlə, cümlə doğru olsaydı, məsələn, desəydi ki, eyni fənnin məzmun xətləri arasında əlaqə qurulması üfüqi inteqrasiyaya aiddir. Yəni, bu yenə doğru olur, bu fikir səhv olur da, yəni, alt standart olmalıdır yenə o cümlədə, elə. Bizdən soruşurdu burada nə, hansı fikir yanlışdır? Bir də siz təkrar edin, zəhmət olmasa. Eyni fənnin məzmun xətləri arasında əlaqənin qurulması üfüqi inteqrasiyaya... Səsiniz getdi, səsiniz qırıldı yenə. Axırı Mən gəlmir. cümləni dəyişirəm, məsələn, D variantında mən elə bir cümləni dəyişirəm də.
Burada Yəni deyirsiniz ki, eyni fənnin məzmun xəttləri arasında əlaqə qurulması üfüqi inteqrasiyaya aiddir. hə, eyni Yəni bu fənnin ola ola bilər belə bilər. cümlə. Yəni Ola bilər. məzmun xətti ola bilər, yoxsa Eyni fənlərin bircə dəqiqə məzmun xəttləri arasında. Yox, niyə ki, inteqrasiya alt standart yox, bir demirəm, dəqiqə məzmun də. xətti deyirəm. Var, baxın. Burada məzmun xətti sözünü deyə bilməzsiniz müxtəlif fənlər yerində. Burada fən daxilində deyə bilər. Çünki üfüqi və şaqili dediyimizin biri siniflər arasında əlaqəni təmin edir, biri məzmun xəttlər arasında əlaqəni təmin edir də. Bildim mən, bildim. Aydındır? Bildim mən, təşəkkür Hə, edirəm. buyurun. Başqa sual yoxdur ki? Tamam, o zaman gələk. Demək, biz qeydlərimizi də aparaq. Bugün kimlərimiz var, kimlər yoxdur burada. Demək, Mirvari müəllimə buradadır. Sevil müəllimə buradadır. Sonra Afət müəllimə buradadır. Cəmilə müəllimə buradadır. Yaqut müəllimə buradasınız. Vəfa müəllimə buradadır. Yaqut müəllimə buradasınız. Yaqut müəllimə. Fuad müəllim yoxdur. Yeganə müəllimə buradadır. Yaqut müəllimə eşidirsiniz məni? Səsim gəlir yoldaşlar. Bəli, gəlir. Tamam, Yaqut müəllimədə səs yox. Davam edək o zaman. İndi keçək mövzumuza. Tamam müəllimə, buradayam, bəli. Hə, Səs aça bilmir də. tamam. Yaqut müəllimə, siz 2 dərs olmadınız. Bəli müəllimə, baş qarışıq oldu, qoşula bilmədi. İzləmisiniz heç olma videoları, testlər işləmisiniz? Video birini izləmişəm, testləri yox, işləməyə onlarda vaxt tapmamışam, işləyəcəm Allah qoysa. Onları biraz tezləşdirin, çünki mənim fikrim nədir, biz 2 ayın tamamına qədər tamamlayaq. Proqramı Oldu, bitirək. Yaxşımı? Bəli, oldu. Siz onları testləri işləməsəniz, yəni mövzunu dinləməsəniz, testləri işləməsəniz, irəli gedə bilməyəcəksiniz. Hə, oldu müəllimə, işləyəcəm. Demək, o zaman davam edək. Biz harada qalmışdıq? Azərbaycan Respublikasının ümumi təhsil dövlət standartlarında, düzdürmü? Ümumiyyətlə, hər bir sahənin özünə məxsus standartları var. Eləcə də təhsilin, demək, ümumi təhsilin dövlət standartları var. Ümumi təhsil dediyimiz yenə də söhbət nədən gedir? Yəni, burada görürsünüz, ali təhsil demir, sonra burada orta ixtisas falan demir. Burada söhbət nədən gedir? Ümumi təhsildən, yəni ümumi təhsilə qoyulan dövlət standartlarından. Yəni, dövlət öz təhsilini hansı şəkildə görmək istəyir, hansı standartlara biz nəzərə almalıyıq və ona da riayət etməli, işimizi də ona uyğun qurmalıyıq. Dövlət standartları, demək, aşağıdakıları müəyyən edir. Nəyi? Ümumi təhsilin məzmunu. Mütləq şəkildə ümumi təhsilin bir məzmunu olmalıdır da. Yəni, bilinməlidir ki, bu ölkədə, bu dövlətdə təhsilin hansı məzmunu var? Yəni, nəyə öyrədir? Coğrafiyanla bağlı bilikləri, tarixlər, riyaziyyatla, biologiya ilə, informatika ilə, kimya ilə, fizika ilə, hərbi ilə, idmanla, texnologiya və s. və s. Yəni, bunlar hamısı məzmunun içərisindədir. Həmçinin tək məzmun bundan ibarət deyil. Məzmun dediyimiz orada digər şəxsiyyət yönlülük baxımından milli mənəvi dəyərlərin formalaşmasıdır, vətənpərvərlikdir, torpağa, millətə faydalılıq və s. və s. Yəni, bunların hamısı məzmunun içərisində var. Ümumi təhsilin məzmununda, indi burada açıqlamalar da var irəlidə. Yəni, bu məzmun var. Məzmun olmasa, biz bilərikmi ki, biz məktəbə gedib nəyi aşılamalıyıq şagirdə? Yox, düzdür. Ona görə də standart olaraq bunun içərisində, təhsil dediyimizin içərisində məzmun olmalıdır. Necə ki, misal üçün, biz deyirik çörəyin standartı, eləmi? Standart olaraq çörəyin içərisində nə var? Su, un
duz və maya. Bunun birini çıxarsaq nə baş verəcək? Unu çıxardıq. Yerdə nə qaldı? Su, maya və duz. Çörək alınacaq sizcə? Alınacaq mı çörək? Xeyr. Yaxşı, indi bu dəfə suyu çıxartdım. Qaldı un, duz və maya. Xəmir alınacaq, çörək alınacaq sonda. Yox. Yəni, standart dediyimiz bax budur. Yəni, tam olmalıdır. Nəyin standartı varsa, hər bir şey onun içərisində olmalıdır. Eləcə də dövlət standartları dedikdə, ümumi təhsildə. Yəni, təhsilin içərisində nələr olmalıdır? Birini çıxardıq, o birisi qalsın məsələsi yoxdur. Və bunu çıxarmaq məsələsi varsa da irəlidə, o zaman onun mütəxəssislər, peşəkarlar və dövlətin özünün nəzarətində, dövlətin özünün buna aidiyyəti olan qurumları və şəxsləri cəm olunur və bu şəkildə dərin müzakirələr və s. əsasında nələrsə əlavə edib çıxara bilərlər. Demək, ümumi təhsilin məzmunu var. Biz artıq bilirik ki, getməliyik, hər kəs özünə aid olan hansı fənni formalaşdıracaq məktəbdə. İndi məzmun var, amma düşünün ki, nə Təhsil Nazirliyi var, nə yeri gəlmişkən Amerikada, səhv etmirəmsə, yaxın günlərdə Təhsil Nazirliyi ləğv olundu. Bildinizmi? Getdikcə biz də ona doğru gedirik. Təxmin edirəm, hardasa bizdə də 2030-cu ildə bu baş verəcək. 5 ildən sonra bizdə baş verəcək. Hə, çünki artıq biz nəyə gedirik? Hibridə gedirik də. Artıq yapay zeka çevrəyə giribsə, dövrəyə giribsə, belə deyil. Yəni artıq o proseslər başlayıb, Azərbaycanda da başlayıbdır və biz onun təlimlərini keçirib bu illərdə davam edəcəyik. Yay dedikdə, müəllimlər məzuniyyətdən qayıtdıqdan sonra, bəzi yerlərdə hətta demək yay aylarında da bu keçirəcəkdir. Yəni bunu da nəzərə alın, çalışın. Bu sertifikasiya falan məsələlərinizdə həll etdikdən sonra mütləq şəkildə İKT bacarıqlarınızı formalaşdırın. Çünki bu sistemdə qalanlar onlar olacaq. Kimi ki İKT bacarıqları var, kim ki interneti bilir, kompüter sistemini bilir. Məsəl üçün tutalım ki, artıq dərslər hibridə keçəndən sonra siz məcbursunuz demək, komanda işini həyata keçirə bilən tətbiqləri biləsiniz. Misal üçün Zoom-dur, Teams-dir, sonra hazırda biz sizinlə mən demək Google Meet-lə sizi qoşmuşam bura. Google Meet-dir. Yəni bunları və bunların qaydalarını, simgələrini hamısını bilməlisiniz. Yəni bu ayrı bir söhbətdir. Yeri gəlmişkən dedim. Demək, idarə olmasına gəldik. Təhsilin idarə olması və biz bu məzmunu təhsilin idarə olması yoxdursa, yəni rəhbərlik yoxdursa, demək bizim əlimizdə heç bir proqram, dərslik, vəsait yoxdur. Yenə də qaranlıq otaqda iynə axtarır kimi olacaq. O məzmunu reallaşdıra bilməyəcək. Demək, məzmun varsa idarə etmə də olmalı. Necə ki dedik, duz varsa maya olmalıdır, mayası varsa un olmalıdır, un varsa suyu olmalıdır, çörəyin standart olaraq ərsəyə gəlməsi üçün. Demək, idarə etmə də olmalıdır. İndi məzmun var, idarə etmə var, amma nə məktəb binası var, nə parta var, nə stol var, nə dərslik var və s. Heç nə yoxdur. Biz bu məzmunu həyata keçirə biləcəkmi? Təbii ki, yox. Düzdür? Demək, həmçinin bu standartın içərisində maddi texniki tədris bazası da olması mütləqdir. Sonra infrastruktur, yəni quruluş, misal üçün internet xətləridirmi, nə bilim, kompüterlərdirmi, digər həmçinin ümumi strukturun quruluşu, direktor müavini və s. və s. Belə deyək də. Sonra, bunlar da olmalıdır. Ümumi təhsil sistemində təhsil verənlərin keyfiyyət göstərici. Bunların hamısı var. Məzmun var, idarə etmə var, maddi texniki baza var, infrastruktur var. Amma biz müəllim olaraq 2 vuraq 2 neçə etdiyini bilmirik. Yəni bizim keyfiyyətimiz yoxdursa, bu məzmunu reallaşdıra biləcəkmi? Təbii ki, yenə də yox. Bax, bu sertifikasiyanın keçirilməsi, müqlə işə qəbulda, imtahanlar və s. məsələlərdə məhz bax, bu standartdan irəli gələn məqamlardır. Təhsil verənlərin keyfiyyət göstəricisi yoxlanılır, sonra işə alınır ki, onlar həmin bu məzmunu dövlətin qoyduğu tələbləri reallaşdıra bilsinlər. Demək, təhsil verənlərin keyfiyyət göstəricilərini də istəyir standartın içərisində. Ümumi təhsil pilləsində təhsil alanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi və bunlar da hər birinizin fənlərinizdə məzmun standartları şəklində, təlim nəticələri şəklində öz əksini tapıb. Artıq biz təlim nəticələrinə baxanda öz fənnimiz üzrə bilirik ki, şagirdlərdə hansı səviyyədə, hansı bilik, bacarıq, vərdişlər formalaşmalıdır. Ümumi təhsil pilləsində təhsil alanlarda formalaşdırılan səriştələr, yəni bacarıqlar, onunla da bağlı artıq biz bayaqdan kompetensiyalar, səriştələr dedikdə xaricə BMT-nin, nə bilim, nəyin yanaşmasına baxırızsa, indi artıq özümüzün sənədimizdə təsdiqlənib bu, onun üzərinə gələcək. Ümumi təhsil səviyyəsində tədris edilən məşğələ və fənlər, bunu da biz müəyyənləşdirmirik, dövlət müəyyənləşdirir.
misal üçün, biz indi tutub öz başımıza birinci sinifdə fizika, kimya, biologiya keçə bilmərik ki, düzdür. Birinci sinif üçün özünə məxsus fənlər var. O da şagirdlərin yaş səviyyəsi, götürümləri, idraki, təfəkkürlərinin gücü və s. uyğun şəkildə formalaşır. Bunda xüsusi pedaqoqlar, yaş psixologiyası məşğul olan insanlar və s. oturur bir yerdə fikirləşir, düşünür, daşınır, müzakirə edir ki, bu yaşda olan uşaqlara bu fənni sala bilərik, yoxsa yoxmu? Bu məzmunu verə bilərikmi, yoxsa yoxmu? Onun beyin tutumu götürəcəkmi, yoxsa yoxmu? Bax, bu baxımdan da məşğələ və fənlər məsələsi də dövlətin özünün müəyyən etdiyi standartlara uyğun olur. Məktəbə hazırlıqda, ibtidai, orta və tam orta təhsil səviyyələrində tədris edilən məşğələ və fənlər üzrə ümumi təlim nəticələri, bunu da dövlət müəyyən edir. Yəni, biz təlim nəticəsi müəyyən etmirik. Dövlət deyir ki, mənim vətəndaşıma bu, deyək ki, mövzunu, bu fənni mənimsədərkən, misal üçün tutalım ki, təlim nəticələri. Məsələn, deyir ki, bax, ibtidai sinifdə informatikanı keçərkən informasiya formaları, mənbələri, xassələri, ötürmə vasitələri haqqında təsəvvürə malik olduğunu şagird nümayiş etdirməlidir elə keçki dərsi. Elə et ki, mənim sənə etibar etdiyim o 1-dən 4-ə qədər olan uşaqlarda kompüter sadə əməliyyatlarını icra edə bilsin. Elə et ki, sadə alqoritmlər qura bilsin. Yəni, sənə təhvil verdiyim 5 yaşından 6 yaşından təhvil verdiyim uşaqları mənə bax bu şəkildə 5-ci sinifə qaytarıb verəcəksən. Ay müəllim. Aydındır mı? Yəni, təlim nəticələri də burada mütləqdir. Məktəbə, bunu qeyd etdik. Tam orta təhsil səviyyəsində təhsilin təşkili, yəni necə təşkil olunmalıdır, ümumidə necə təşkil olunmalıdır, həmçinin həftəlik dərs və dərsdən kənar məşğələ saatlarının ümumi miqdarı, bunu da biz müəyyən etmirik ki, həftədə neçə saat biologiya, neçə saat kimya, neçə saat fizika keçir. Bunu da dövlət müəyyən edir saatların miqdarına. Sonra ümumi təhsilin təşkilinə verilən ümumi pedaqoji tələblər, yəni biz pedaqoqlara hansı tələblər qoyulur? Baxın, ümumi təhsilin təşkilinə, ümumi təhsil necə təşkil olunub keçirilməlidir? Ona uyğun pedaqoji tələblər. Əvvəl 6 idi, indi artıq 9-dur. Ümumi təhsil sistemində şagird nailiyyətlərinin qiymətləndirməsi və monitoringi sistemi. Qiymətləndirmə də ki, vacibdir. Çünki biz standartların reallaşmasını yoxlamaq üçün nə edirik? Qiymətləndirmədən istifadə edirik. Monitoringlərdə nə edir? Monitoringdə həmin qiymətləndirmələr, ondan sonra şagirdi mənimsəmələri və s. yoxlayıb, təhlil edib, boşluqları aradan qaldırmaq üçün həyata keçirilir. Həm məktəb daxil ola bilər monitoringlər, həm də təhsil şöbələri, sektorlar tərəfindən də aparıla bilər. Dövlət standartları məktəbə hazırlıq və ümumi təhsil fənləri üzrə məzmun standartlarının və kurikulumların hazırlanmasında əsas götürülür. O ki, misal üçün biz nəyəsə istinad edirik. Məsələn, tutalım ki, mən nədənsə danışıram. Tutalım deyirəm ki, Azərbaycanda təhsil, ümumi orta təhsil icbaridir, yəni məcburidir. Qarşı tərəf deyir ki, nə bilirsən, hardan deyirsən? Deyirəm ki, demək, Konstitusiyanın, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsində təhsillə bağlı olan filan maddəyə, filan yerə istinad edirəm. Yəni, biz ümumiyyətlə nəyisə etdikdə hansısa bir dövlət sənədinə istinad edirik. Burada da nə deyir? Deyir ki, dövlət standartları, məktəb hazırlıq, ümumi təhsil fənləri üzrə məzmun standartlarının və kurikulumların hazırlanmasında əsas götürülür. Yəni, bax, nəyisə hazırlandıqda bu dövlət standartları əsas götürülür. Həm dövlət standartına istinad olunur, dərsliklər tərtib olunarkən, həm təhsil qanununa istinad olunur, həm ümumi təhsil üçün nəzərdə tutulan qanuna istinad olunur. Dövlət standartları da 5 il müddətinə qüvvədədir. Əslində, bunun da müddəti getdikcə sıxılacaq və düşünürəm azaldılacaq, çünki inkişaf çox sürətli gedir. 5 ildən bir standartların dəyişməsi, tələblərin dəyişməsi geriləmə deməkdir. İndi gəldik nəyə? Baxın, artıq burada yuxarıda deyilənlər ki, var idi bu hissədə ki, nələri müəyyən edir. Artıq bunların təkbətək təhlili gəlir. Məsəl üçün, birinci nə idi burada? Ümumi təhsilin məzmunu. Baxın, burada gəldi ümumi təhsilin məzmunu. Yəni, ümumi təhsilin məzmununda nə olmalıdır? Onlardır. Bayaq da qeyd etdiyimiz kimi, həm tək fənlər deyil. Baxın, fərdin, dövlətin, cəmiyyətin dövrə uyğun sosial rifahının sifarişinin maraq və tələbatlarının nəzərə alınması. Təhsil alanların yaşına, fizioloji, psixoloji xüsusiyyətlərinə uyğun olaraq onların əqli, fiziki, mənəvi, estetik inkişafını, müstəqil əmək və s. təmin olunması. Gördüyümüz kimi, ümumi təhsil məzmunu tək fənlər deyil, həmçinin həyati bacarıqlardır, digər mənəvi məsələlərdir. Misal üçün, burada da görürsünüz, vətənpərvərlik, nə bilim, şagird yönümlülük, şəxsiyyət yönümlülük və s. öz əksini tapır. Sonra, nə gəlirdi burada ikinci? Ümumi təhsilin idarə olunması.
burada da nə deyir? Ümumi təhsil idarə olunması. Yəni ümumi təhsil idarə olunması deyikdə burada nədən gedir söhbət? Misal üçün tutalım ki, məktəb, götürək sinif rəhbəri. Sinif rəhbəri ümumi öz sinifinin, sinif rəhbəri olduğu sinifin hesabatını rəhbərliyə təqdim edir. Rəhbərlik siniflər üzrə əldə etdiyi nəticələri toplayır, hesabatlığını sektora təqdim edir. Sektor məktəblər üzrə əldə etdiyi hesabatlığı, nəticələri toplayır regionallara. Regionallar ümumi nəticələri toplayır, nazirlik qarşısında hesabat verir. Və bunları kim edir? Bunlar nə üçün edilir? Təhsilin düzgün şəkildə istiqamətləndirilməsi və idarə olunması üçün baş verən proseslərdir. Tək burada söhbət hesabatlıqdan getmir. Yəni bunun içərisində çox şeylər var. Yəni qiymətləndirmələr var, monitorinqlər var, təhlillər var. Sonra növbəti nədir? Ümumi təhsil maddi və texniki, maddi texniki və tədris bazası. Maddi texniki tədris bazası infrastrukturu bəzi müəllimlər qarışdırır. Ona görə bir balaca bunun üzərində dayanacam mən. Siz də özünüz üçün orada qeydlər götürün, xətlərlə qeyd edin, çəkin. Demək, ümumi təhsil müəssisəsinin maddi texniki və tədris bazasına tədris laboratoriyaları, emalatxanalar, idman və akt zalları, tibb otağı, bufet və ya yeməkxana, təhsil alınır və təhsil verilənlər üçün mebel avadanlığı. Sonra informasiya kommunikasiya texnologiyaları, audio-vizual avadanlıqlar, tədris əyani vasitələr, təlimin texniki vəsaitləri, dərslik, elmi bədii ədəbiyyat fondu və tədris təcrübə sahəsi daxildir. Əgər varsa tədris təcrübə sahəsi. Tədris təcrübə sahəsi də nədir? Məktəbin həyatyanı sahəsində tutalım ki, texnologiya müəllimləri müəyyən bir uşaqlarla birgə balaca bir bostan əkiblər. Nə bilim, bir meyvə yetişdirirlər və yaxud da tərəvəz əkirlər. Tədris təcrübə dedikdə bu nəzərdə tutulur. Ümumi təhsilin infrastrukturuna gəldikdə isə, baxın, burada oradan fərqli olan nədir? Ümumi təhsil infrastrukturunda təhlükəsiz təhsil şəraiti infrastrukturda. Pedaqoji kadrlarla təminat. Yəni, burada bir növ cansız əşyalar və kabinetlər və s. nəzərdə tutulduğu halda maddi texniki tədris bazasında infrastrukturda həmin o laboratoriyaları işlədənlər, işə salanlar, misal üçün burada tutan deyir ki, informasiya kommunikasiya texnologiyaları, amma burada artıq danışacaq internet xəttindən. Çünki tədris kommunikasiya texnologiyaları, belə deyək də, bir növ burada maket kimi düşünün, cansız kimi düşünün. Ümumi təhsil infrastrukturunda isə onları işə sala biləcək qüvvə, güc, belə bir şey düşünün. Pedaqoji kadrlarla təminat. Artıq görürsünüz, canlı insandan gedir söhbət. Təhsil fəaliyyəti üçün zəruri imkanlara malik binalar, yardımcı binalar və qurğular, sadə idman, təlim meydançaları və qurğu, rabitə, su, elektrik sistemləri və internet xidməti daxildir. Artıq buradakılar ümumi infrastruktur, belə düşünün, maddi texniki və tədris bazasını kodlayır sanki, işə salmağa xidmət edir. Yəni, ümumi təhsil infrastrukturu olmasa, bunlar bir növ qeyri-işlək vəziyyətdədir. Yəni, bunları işə sala biləcək məqamlar ümumi təhsil infrastrukturunda öz əksini tapır. Aydındır? Yəni, fərq necədir? Sonra, yenə də yeri gəlmişkən bu məqamda qeyd edim ki, ümumi təhsil müəssisəsinin infrastrukturu qəbul edilmiş standartlara cavab verməli və əlilliyi olan şəxslər üçün əlçatan olmalıdır. Misal üçün, tutalım ki, binanın girişində əlil arabalarının keçidi üçün o çəpinə yolların, çıxışların, pilləkənin böyründə, hətta əl tutan dəmirlərlə birgə əlil arabasının çıxması üçün o şəraitin olması məsələ tutalım ki. Bu da inklüzivlikdir həmçinin, inklüziv yanaşma. Bu infrastrukturla maddi texniki tədris bazası arasındakı fərq məsələsi. Kimdəsə qaranlıq qaldı, kimdəsə sual yaratdı. Varsa anında verək sualımızı ki, yəni sonra bu məqam bizə qaranlıq qalmasın. Aydındır hər kəsə bu aradakı fərq. Bəli. O zaman davam edək. Salam müəllim, sabahınız xeyir. Hər vaxtınız xeyir. Müəllimə, indi məsələn laboratoriya infrastrukturdur, düzdür? Sabahınız xeyir deyən kim idi? İndi qoşulmuşsunuz? Kim idi? Mən bayaq qoşuldum. Siz dərsə başlayandan sonra qoşulmuşam. Tamam, Sevil müəllim. İndi sualınızı təkrar edin.
Laboratoriya infrastrukturdur. Baxın. Laboratoriyanın içərisində baş verən proseslər filan ki var, o infrastruktura aid olacaqdır. Amma ümumiyyətlə, baxın, burada da qeyd olunur. Deyir, ümumi təhsil müəssisəsinin maddi, texniki və tədris bazasına tədris laboratoriyaları. Laboratoriyanın özü aiddir hara? Bir dənə mikrofonu söndürün, zəhmət olmasa. Mikrofonu söndürün. Deməli, tədris laboratoriyası özlüyündə aiddir maddi, texniki tədris bazasına. Laboratoriya ora aiddir. Amma onun laboratoriyanın içərisində baş verən hər hansısa bir proses varsa, artıq o infrastrukturdur. Məsələn, tutalım ki, belə deyək də, bayaq dediyim kimi, informasiya kommunikasiya texnologiyalarını götürək. İnformasiya kommunikasiya texnologiyaları. Yəni, kompüterlər, planşetlər, notebooklar, bunlar aiddir maddi texniki tədris bazasına. Amma onu işə salacaq internet xətti aiddir nəyə? Infrastruktura. Aydındır. Bəli, məndə laborator orada nə gedir indi? Pedaqoji kadrlarla təminatdır. Onlar infrastrukturdur. Pedaqoji kadrlarla təminat, baxın. Amma məsələn, yeməkxana binası ayrı olsa məktəbdən indi necə olacaq? Ayrı qurğular fərqi yoxdur. Yəni, yeməkxana da olsa, bufet də olsa, ayrı oldu, yaxın oldu, heç bir fərqi yoxdur onun. Yenə də maddi texniki tədris bazasına aiddir. Amma yeməkxananın bufetin içərisində olan su xətti, suyun olması və yaxud da binada radiatorların, atakliyini sisteminin olması o aiddir infrastruktura. Məsəl üçün, bəzən deyirlər, məktəb çox gözəl məktəbdir, amma infrastruktur düzgün qurulmayıbdır, qışda şagirdlər donur. Aydındırmı? Məktəb gözəldir, hər bir şey var, hətta o ataplenin maketləri də var. Amma infrastruktur düzgün qurulmayıbdır, orada qoşulmayıb istilik sisteminə. O ümumi məktəbin ataplenisi qoşulmadığına görə tədrisin keyfiyyəti aşağı düşəcəkdir. Düzdürmü? Üşüyə-üşüyə müəllim mi yaxşı dərs keçəcək, yoxsa uşaq əlində, əlcək başında, papaq əynində də qalın paltolarla necə yazı yazacaq, necə fikrini, diqqətini dərsə verəcək? Üşüyür axı, insan üşüyəndə diqqətini toparlaya bilmir, özümüzdən götürək də böyük insanlar. Düzdür? Ona görə də bunlar aiddir infrastruktura. Başqa sual qaldı kimdəsə? Bu istəklə bağlı. Sevim mənimə, aydın oldu fikir, yoxsa qaranlıq qaldısa əlavə aydınlıqda gətir. Bəli, aydın oldu. Yəni, belə başa düşürəm ki, bizim tədrisat sistemləri olacaq infrastruktur. Bax, belə deyim də, bu yaxından bizdə bir ev təklif etdilər istirahət üçün Qəbələdə. Yəni, yaxın adamdır, belə deyək də, qonaq kimi bizə deyək ki, gedin, qalın, açarı verirəm, gedin, qalın. Hər şey gözəldir. Yəni, bu dəqiqə videosu var, şəkillər var, müsibət, həyəti, bağı, bağçası, evi çox gözəl, təmiri super. Amma həmin kənddə qaz olmadığına görə bu dəqiqə Qəbələ soyuqdur. Qəbələnin Vəndam kəndi çox soyuqdur ora. Yəni, axşam orada mütləq peç yanmalıdır, o da yoxdur orada. Bax, demək orada maddi texniki tədris bazası güclüdür, var. Boş qabından, çəngəlindən, qaşığından tutmuş, manqalından, nə bilim, samavarına, hər şey var, hər şey var. Amma infrastruktur yoxdur. Qaz yoxdur, deməli üşüyəcəyik. Ondan sonra internet yoxdur. Mütləq özümüzlə 1 megabayt və s. götürməliyik. Aydındırmı? Ən müasir, belə deyək, üslubda tikilmiş evdir, təmiri müasir təmirdir, içindəki əşyalar çox müasirdir, amma infrastruktur yoxdur. Aydın oldu nədir? Söhbət nədən gedir? Aydındır mı? Bəli. Və infrastruktur düzgün qurulmayanda nə baş verir? Adi binaları götürək, evləri götürək. Evi su basır, binanı su basır, haradasa atapleni partladı, nə bilim, su düzgün qurulmayıbdır, kanalizasiya sistemi qurulmayıbdır, ora-bura su axıdır. Aydındır? Yəni, maddi texniki baza hər şey var. Amma onları işə salacaq və yaxud onları işlədə biləcək məqamların düzgün olmaması məsələsi, bax, bu düzgün olması üçün bu infrastruktur vacibdir.
Bax, bəzən deyilir, son vaxtlar Qarabağda infrastrukturun qurulması, ağıllı kəndlər layihəsi və s. tikinti təmin işləri aparılır, infrastruktur qurulur və s. Yəni, o infrastruktur dediyimiz, yəni hər şeyi var oranın artıq. Aydındır mı? Yəni, yaşamaq üçün, nə bilim, dərs keçmək üçün, işləmək üçün uyğun şəraitin olması. Ümumi təhsil sistemində təhsil verənlərin keyfiyyət göstəriciləri. Bu vacibdir. Yəni, biz müəllimlərin, pedaqoqların keyfiyyət göstəricimiz olmasa bizim, o zaman biz o məzmunu reallaşdıra bilmərik. Çünki gərək bizim özümüzün də bir başımızda bir ağlımız, biliyimiz, fənnimizlə bağlı, ümumi həyatla bağlı, nə bilim, digər məqamlarla bağlı bir bildiklərimiz olmalıdır ki, biz də onu qarşı tərəfə aşılaya bilək. Və burada da göstərir ki, nələr olmalıdır. Misal üçün, ixtisası üzrə dövrün tələbatı. Baxın, nə deyir? İxtisası üzrə biliklərə malik olmalıdır demir, ha? Nə deyir? Dövrün tələbatına uyğun biliklərə malik olmalıdır. Yəni, öz fənnini çox super bilir, amma kompüterdən istifadəni bilmir. Araşdırmadan başa çıxmır. Google-un nə olduğunu bilmirsə, bu deməkdir ki, bu dövrün tələbatına uyğun deyil bunun elmi nəzəri bilikləri. Uşaqlara həssas ünsiyyət qurma və iş bacarıq. Tək elə mən bilirəm, ağaçla, çubuqla danışan uşaqla olmaz. Həssas ünsiyyət qurmadan gedir. Əxlaqi mənəvi keyfiyyətlərə, pedaqoji etika və mədəniyyətə sahib olmalıyıq. Əməkdaşlıq, tədqiqatçılıq, özünün təhsil və idarəçilik bacarıqlarına malik olur. Çünki sinfin idarə olmasa indilərdə mövzumuz da var. O zaman da yəni, tədrisin keyfiyyəti nə olacaq? Sıfıra inəcəkdir. Çünki sinifdə bir xaos yaranacaqdır. Sonra əməkdaşlıq olmasa biz inkişaf edə bilməliyik. Məktəb mühitində rəhbərliklər, iş yoldaşlarımızla, kollektivlə əlaqə qurmaqda çətinlik çəkəcəyik. Öz fəaliyyətini təqdim etmə və qabaqcıl pedaqoji təcrübələrdən bəhrələnmək bacarığı. Öz fəaliyyətini təqdim etmək dedikdə yenə də misal üçün deyək ki, açıq dərslər keçirəcəm, öz fəaliyyətimi təqdim edəcəm, kimlər söz dərsimə dəvət edəcəm və s. Ədalətlik, məsuliyyətlik, cavabdehlik keyfiyyəti, işlədiyi məktəbdə ictimaiyyət arasında hörmət və nüfuza malik olmaq, yaradıcılıq və sağlam rəqabət tələb edən layihələrdə, müsabiqə və innovativ proqramlarda iştirak qabiliyyəti. Baxın, müəllim dövlət standart qoyub, hansı qabiliyyətlərə malik olmalıdır. Amma biz elə sertifikasiya olduqda, imtahamik olduqda və yaxud da dövlət hər hansısa bir ixtisas artırma təlimlərinə bizi çağırdıqda, biz biraz da naz edirik ki, neyirəm, mən orada qırmızı diplomla bitirmişəm, magistraturanı da qırmızı diplomla bitirmişəm, hazırda da aspiranturada da işlərim, nə bilim, doktorluq müdafiə edəcəm falan. Təkcə nəzəri, elmi biliklər kifayət etmir. Həssas ünsiyyət qurma, mənəvi keyfiyyətlər, nə bilim, məsuliyyətlik, ədalətlik, özünü təqdim etmə, nüfuzunu qoruyub saxlama, müsabiqələrdə iştirak və s. və s. Yəni, yaradıcı, bunların hamısı olmalıdır müəllimdə. Müasir müəllimdə bunlar olmalıdır. Gənc kadrlarda artıq görürsən ki, bunların demək olar ki, böyük əksəriyyəti mövcuddur. Düzdür, biz nəsildə də, orta nəsil və yaşlı nəsildə də bunlar var, amma gənclərdə daha çox müşahidə olunur. Bəzən biz sovet sayağı yanı o düşüncədə qalmış oluruq. Bir dəqiqə yoldaşlar. Üzülü sayın yoldaşlar. Demək, sonra ümumi təhsil pilləsinə təhsil alanların bilik, bacarıq və vərdişlərinin səviyyəsi, bu haqda da biz danışdıq. Yəni, bunu artıq mütəxəssislər müəyyən edir ki, hansı səviyyədə, yəni təlim nəticələr bunun üçün müəyyən olunur ki, onu da mütəxəssislər müəyyən edir. Sadəcə bizə düşənlərdə onları reallaşdırmaq. Ümumi təhsil pilləsinə təhsil alanlarda formalaşdırılan səriştələr, bunlar da yenə də
təfəkkür, fəaliyyət və dəyərlərlə bağlıdır. Hansı ki, bayaq vurğuladığım kimi biz bayaqları BMT-dən və s. götürürdük. İndi artıq dövlət standartları sənədində bizim özümüzün sənədimizdə artıq bu təsdiqlənir və konkret istiqamətlər bəllidir. Və bu sizə imtahanlarda düşəcəkdir. Ona görə özünüz üçün burada kitabınızdırmı, dəftərinizdir, müəyyən qeydlər apara bilərsiniz ki, səriştələr təfəkkürlə, fəaliyyətlə və dəyərlərlə bağlı səriştələr var ki, bunlar da hər birisinin içərisində belə deyim, alt komponentləri var. İndi onların üzərinə cədvəldə biz gələcəyik. Demək, təfəkkürlə bağlı səriştələrə gələk. Ekran görünür. Demək, təfəkkürlə bağlı səriştələrin alt komponentləri belə deyək də, onun içərisində olanlar nələrdir? Və biz bunu necə seçirik? Təfəkkürü fəaliyyətdən, fəaliyyəti dəyərdən necə ayırıq? Dəyəri ayırt etmək çox asandır, daha çox asandır. Niyə? Çünki dəyərlər milli mənəvi dəyərlərə söykənən, sonra mənəviyyatla bağlı olan, yəni hisslərə, emosiyalara yönəlli bir yanaşmadır. Ona görə dəyərlər çox rahatlıqla seçilir. Təfəkkür və fəaliyyətdə bəzən müəllimlər qarışdırır və bunu da necə edək ki, qarışdırmayaq. Təfəkkür dediyimiz nəyə əsaslanır? Təfəkkür harda baş verir? Beyində, şuurda, düşüncədə, ağılda, düzdür, beynimizdə. İndi gəlin baxaq, təfəkkürlə əlaqəli olan nələr var, hansı səriştələr? Yaradıcılıq. Yaradıcılıq, biz nə edirik? Düşünürük, təfəkkürdə baş verir də bu, düzdür, yaradıcı yanaşırıq, kreativ yanaşırıq. Tənqidi təfəkkür, təfəkkür sözü zaten var artıq burada. Problem həll etmə, biz problemi yenə də düşünərəkdən həll edirik, həlli yolunu tapırıq. Qərar vermədən öncə yenə də düşünürük, yüz ölçüb, bir biçirik və qərar veririk. Yenə də təfəkkürdə baş verdi. Müstəqil öyrənmə. Mən getdim YouTube-dan dinlədim, nə bilim, ensiklopediyalara baxdım, dərsliklər araşdırdım, testlərə baxdım və saytlər oxudum. Müstəqil öyrəndim. Yenə də nə ilə? Ağlım olmasa, şuurum olmasa, təfəkkürüm olmasa öyrənə bilərəmmi? Yox. Deməli, yaradıcılıq, tənqidi təfəkkür, problem həll etmə, qərar qəbul etmə və müstəqil düşünmə, müstəqil öyrənmə aiddir nəyə? Təfəkkürlə bağlı olan səriştələrə. Fəaliyyətə nələr aiddir? Ünsiyyət. Məsələn, ünsiyyət nədir? Düzdür, bunların hər birisinin kökündə təfəkkür dayanır, ağıl, dərrakə dayanır. Çünki ağlım olmasa mən də kimlə gəldi, gəlib salamlaşıb ünsiyyət quracam da. Amma ağıllı şəkildə demək, yanaşmadan gedir söhbət. Fəaliyyətə gəldi ünsiyyət. Ünsiyyət qurmaq özü bir fəaliyyətdir. Niyə? Misal üçün, belə götürün də, tutalım siz şagirdləri nə edirsiniz? Qruplarda formalaşdırırsınız və yaxud da cütlərlə iş tapşırıqları verirsiniz. Əsas burada məqsəd nədir? Onlar arasında ünsiyyətin yaranması, şagirddə ünsiyyət bacarıqlarının formalaşması və ünsiyyət zamanı müəyyən məqamlara diqqət edilməsi. Misal üçün, şagird ünsiyyət qurursa nə etməlidir? Nitqdən istifadə edəcək, düzdür? Ünsiyyətin ən başlıca demək, aləti nitqdir. Nitqindən istifadə edəcək. Bu nitqini də düzgün qurmağı bacarmalıdırmı? Bax, ünsiyyət dediyimiz şagirddə bunları formalaşdıracaq. İndi onun üzərinə gələcək. Əməkdaşlığa gəldik. Yenə də qruplarda işləyirlər, əməkdaşlıq edirlər. Hansı fəaliyyəti göstərirlər? Əməkdaşlıq. Və bir də burada 3 dənə savadlılıq sözü var. Müəllimlərin ən çox qarşıladığı bu hissədir. Savadlılıq və savadlıq. 3 savadlılıq sözü var bu qədər böyük sənədin içərisində. Hər üçü aiddir fəaliyyətə. Bax, bunu unutmayın. Bunlar da hansıdır? Rəqəmsal savadlılıq. Rəqəmsal savadlığı niyə biz fəaliyyətlə əlaqələndiririk? Bəzən müəllim sual verir ki, ay müəllim, axı rəqəmsal savadlılıq dedikdə burada yenə də ağıl, təfəkkür lazım olur. Axı dedik, axı hər birisinin kökündə təfəkkür var. Amma burada rəqəmsal savadlılığı öyrənmək üçün fəaliyyətə keçmək lazımdır. Çünki bu birbaşa praktiklik tələb edir. İnformatiklər də bilir bunu, sizlər də bilirsiniz. Mən klaviaturanın dilini bilmirəmsə, kompüteri açıb bağlaya bilmirəmsə, hansı rəqəmsal savadlıqdan söhbət gedə bilər? Bu savadlılıq praktika ilə, toxunma ilə, motorika ilə əldə olunduğuna görə bu fəaliyyətə aiddir. Yəni, hərəkət etmədən bunu əldə etmək mümkün deyil. Nəzəri tərəflə, ay informatiklər, rəqəmsal savadlılıq formalaşa bilər, ancaq nəzəriyyə ilə. Kitabı qoyun və dərs keçin uşaqlara. Yox, mütləq nə rəkdir? Fəaliyyət göstərməlidir də uşaqlar, getməlidir informatik otağına və s. Bax, rəqəmsal savadlılıq deyilsə də bu nəzərdə tutulur. Sonra informasiya savadlılığına gəldilər. Yenə də informasiya savadlığı informatikada da var bu. Maliyyə savadlılığı da, informasiya savadlığı da.
Bunlar da vacibdir. İndi Tembolda bu hakerlərin artan vaxtı, SMS-lərlə pulların kartlardan soyulan vaxtı getdikcə daha da pisləşir. Düzdürmü? Amma mənim informasiya savadım olsa, belə deyək də, ilk öncə müəllimdə bunlar olmalıdır, sonra şagirddə. Və mən bu informasiya savadlığını dövlətin bu sənədində olduğu kimi şagirdlərdə formalaşdırmağı bacarsam, onların da başına o mənfi hallar gəlməyəcək. Və mən də bunu necə edirəm? Yenə də praktikliklə. Ona görə fəaliyyətdir. Maliyyə savadlığı da onun kimi. Sonra gəldik dəyərlərə. Milli kimliyin dərki və milli iftixar hissi. Görürsünüz, mənəviyyatla, hisslərlə, emosiyalarla bağlı olan məqamlardır. Fəal vətəndaş mövqeyi, şəxsi və sosial məsuliyyət, demokratiya və insan hüquqlarına hörmət, mədəni müxtəlifliyə hörmət. Milli kimliyin dərki, milli iftixar hissi. Misal üçün, tutalım ki, biz qələbə çaldıqda neynədik? Bayraqlarla şəhərlərdə gördünüz nə, belə deyək də, sevinçli günlər yaşandı. Bax, bu milli iftixar hissi idi və biz fəxrlə artıq başımız dik gəzirik bütün ölkələr qarşısında ki, biz torpaqlarımızı işğal altından azad etmişik. O qızlarımızın, gəlinlərimizin o Xocalı faciəsinin öcünü almışıq, misal üçün. Tam da almamışıq, amma müəyyən qədər almışıq, deyək ki. Sonra, fəal vətəndaş mövqeyi. Fəal vətəndaş mövqeyi müharibə zamanı biz çox gördük. Bölgələrə öz evinin yorğan döşəyini daşıyan kim, ərzağını aparan kim, pensiyaçı qadınlar, kişilər yadınızdadır, televizor çəkib göstərdi. Öz pensiyasının son qəpiyinə qədər ordunun fonduna yerləşdirirdi. Fəal vətəndaş mövqeyi, bax, budur. Bunun uşaqlarda formalaşdırılması. Şəxsi və sosial məsuliyyət. Misal üçün, tutalım ki, götürək elə ekologiyanın qorunması, misal üçün. Mən əgər şəxsi və sosial məsuliyyət, mən əgər çöldə bir peçenyeni yeyib kağızını yolun ortasına atıramsa, bir suyu içib butulkanı yolun ortasına atıramsa, bu məsuliyyətsizlikdir. Yəni, sadə bir məqamlardan deyirəm də, mən sizə sadə nümunələr çəkirəm, aydın olsun deyə. Şəxsi və sosial məsuliyyət dediyiniz budur. Yəni, cəmiyyətin mənafeyini, mövqeyini də qoruyub saxlamaq, yaşadığımız o sosial mühiti sağlam mühit kimi saxlamaq, bunlardan gedir söhbət. Demokratiya və insan hüquqlarına hörmət dedikdə də adından zaten bəllidir, izaha ehtiyacı yoxdur. Mədəni müxtəlifliyə hörmətdə başqa dindən, irqdən, dildən olan insanlarla bir arada, yəni sülh şəraitində yaşamaq, bu da bizim qanımızda, canımızda var. Yəni biz ermənilər kimi deyirik, əgər diqqət etsəniz, statistikaya əsasən deyirəm, statistik məlumatları da internetdən araşdıra bilərsiniz. Ermənistanda çox belə az fərqli xalqların nümayəndələri var və onlar da barmaqla sananılacaq qədər. O qədər millətçidirlər ki, hər kəsi döyüb qovub çıxarırlar. Ancaq burada bunlar olmalıdır. Bizdə isə bu yoxdur. Bizdə hələ də, özünüz də yəqin bilirsiniz, məlumatınız var. Hardasa mini keçib bildiyim qədər Azərbaycanda hazırda müharibə planı olsa belə yaşayan demək ermənilər. Azərbaycan vətəndaşıdır. İllərdir ki, Azərbaycanda yaşayırlar və burada hətta nəsil də artırıblar. Bunlar haqqında məlumatlarımız var. Demək olar, hər yerdə də, qonumda, qonşuda, bəlkə də qohumlarda da var. Yəni, bu, bizdə bu mədəni müxtəlifliyə hörmət hər zaman tarixən var, olub və olacaq. Çünki bizdə belə qansız, yəni millət deyilik, qəddar millət deyilik. Ona görə də bizdə bu humanistlik, tolerantlıq var. Və bu nədir? Bu cədvəl nədir? Həmin bu sənədin içərisində dediyimiz kimi şagirddə hansı səriştələri biz müəllim olaraq formalaşdırmalıyıq sinif mühitində 1-45 dəqiqədə. Baxın, burada artıq səviyyələr gəlir. Görürsünüz, məktəbə hazırlıq, ibtidai, ümumi orta və tam orta təhsil səviyyəsində. Məsələn, tutalım ki, götürək birini. Yaradıcılıq, kreativ yanaşma. Əgər mən məktəbə hazırlıqda 5 yaşlılarda əşyalardan qeyri-adi formada istifadə etməyi formalaşdırırdımsa, məsələn, tutalım, kibrit qutusunu götürür, telefon kimi danışır qulağına tutub. Qapağı götürür, maşın təkəri kimi sürür. Misal üçün deyirəm. Bu əşyalardan qeyri-adi formada istifadə. İbtidai təhsildə artıq bu biraz bu sərişdə, yəni bu bacarıq dərinləşməlidir. Mövcud olanlara orijinal əlavə və düzəlişlər edir. Artıq o kibrit qutusunu ibtidai sinifdə götürdü, üstə kağız yapışdırdı, kağızın üzərinə düymələr çəkdi, ekran çəkdi, düymələri rənglədi, üzərinə hərflər, rəqəmlər və s. yazdı. Mövcud olanlara orijinal əlavələr, düzəlişlər etdi. Artıq uşaq biraz da böyüdü, qeyri-standart yanaşma nümayiş etdirdi.
Və bu kibrit qutusunu fərqli bir, deyək ki, detalla əvəz etdi. Hətta orada bir batareyka və s. yaratdı. Onun içərisinə zəng də gəlir, işığı da, balaca LED lampa da qoydu, qurdu, qoşdu. Bir maketini düzəltdi. 5-9 var. Tam orta təhsil səviyyəsində artıq innovativ layihələr hazırlayır. Məsələn, tutalım ki, bir dron düzəltdi, siqnalla işləyən, telefonla idarə olunan bir proqram tətbiq yaratdı. Misal üçün də bununla idarə olunan. Həmçinin bu təfəkkürlə, ağılla işlədi, innovativ layihəni yaratdı. Həmçinin bu gedəcək hara? Rəqəmsal savadlıqda da artıq öz yerini tutacaq. Aydındırmı? Yəni bu şəkildə getdikcə bu bacarıqlar nə olur? Dərinləşir. Bax, səriştələr dediyimiz budur. Məsələn, fəaliyyətdən də bir nümunəyə baxaq. Ünsiyyət. Əgər 5 yaşlılarda ünsiyyət etiketlərinə riayət edirdisə uşaq, salam, buyurun, xoş gəldiniz, xoş getdiniz, axşamınız xeyir, sabahınız xeyir və s. Təşəkkür edirəm. Bunlar ünsiyyət etiketləri də bilirik. 5 yaşlarda bunu öyrədiriksə, bunu formalaşdırırsa, artıq ibtidaidə öz fikirlərini ifadə etməyi və digərlərini dinləməyi bacarır. Demək, ünsiyyət bacarıqlarını biraz da dərinləşdirdik. Artıq ümumi orta təhsil səviyyəsində ana dilində və xarici dildə ünsiyyət qurur. Tam orta təhsil səviyyəsində ana dilində və xarici dildə fikirlərinə münasibət bildirir və mülahizələrini əsaslandırır, həmçinin xarici dildə də bunu edə bilir. Yəni, bu səriştəyə malik olmalıdır, bu bacarığa malik olmalıdır. Və burada da demək, öz fikirlərini ifadə etmək, digərlərini dinləməyə bacarıq dedikdə, biz bunu və yaxud da ünsiyyətdə etiketlərinə riayət edir və s. Mən bugün dərsimi kənara qoyum, bir 5 dəqiqəsində bu səriştə dövlət tələbidir, bunu formalaşdırım deyə bir şey yoxdur. Siz öz davranışınızla, öz hərəkətlərinizlə artıq onu formalaşdırmış olursunuz. Məsələn, tutalım ki, əgər siz sinifdə şagird əlini qalıqda, buyurun, mən sizi dinləyirəm, o nəsə dedi, çox sağ olun, təşəkkür edirəm dedinizsə, artıq o da sizə baxdı və sizin etdiklərinizi götürdü. Ünsiyyət etiketlərinə riayət etməyə başladı. Sonra, öz fikirlərini ifadə etmək, digərlərini dinləməyə bacarmaq. Məsələn, tutalım ki, siz orada sinif mühitində kimsə bir uşaq fikir bildirəndə, o birisi tez yerindən danışır, o danışa, bu da danışmağa başlayır. Siz nə deyirsiniz? Misal üçün, deyirsiniz ki, Arif, zəhmət olmasa sən fikrini unutma, vərəqdə qeyd et. Gözlə yoldaşın danışsın, bitirsin, sonra biz səni də dinləyəcəyik. Artıq bu cür yanaşma nədir? Uşaqda dinləmə bacarığı formalaşır. Bilir ki, artıq o danışırsa, bu dinləməlidir. Öz fikrini ifadə etməkdə onun kimi. Yəni, burada mən elə bunu qabağıma qoyum, deyim ki, bu tələbdir. Uşaqlar, indi biz dərsin 15 dəqiqəsində mən sizdə bunu formalaşdırmalıyam. Neyniyim? Axı, bu dövlət tələb. Belə bir şey yoxdur. Mühitdə formalaşacaq. Necə ki, təlim, tərbiyə, evdə, ailədə, məktəbdə, o mühitdə formalaşır. Bax, bütün bunların hamısı o mühitdə formalaşacaq. Və yaxud da götürək, deyək ki, rəqəmsal savadlığı. İKT-dən ilkin istifadə bacarığı nümayiş etdir. İKT imkanlarında məqsəd yönlü istifadə və burada artıq İKT-nin əhəmiyyətini dəyərləndirir, fəal istifadəçi bacarıqları nümayiş etdirir, proqramlaşdırma və s. Hətta algoritmlər düzəldir, yığır, proqramlar yazır. Misal üçün deyək ki. İndi bunu da necə edir? Bu tək informatiklərə aid deyil, bu yəni informatika etsin bunu deyə belə bir şey yoxdur. Biologiya fənnindən dərs keçirsiniz, arada getdiniz, götürdünüz, apardınız informatika otağına və orada bir araşdırma etdilər. İnternet üzərindən nəyisə axtarırlar, bir layihə işləyirlər. Aydındırmı? Siz orada öz fənninizi keçə-keçə onları təhrik edirsiniz, o deyək ki, qurğulardan, informasiya mənbələrindən istifadə etdikcə onlarda həmin bacarıqlar, misal üçün, rəqəmsal savadlıq formalaşır. Aydındırmı? Və bu yalnız elə informatikaya aiddir. Bəzən müəllimlər sual verirlər ki, bu bizə aid deyil, bu informatika müəllimləri. Xeyr, bu hər kəsə aiddir. Çünki hər kəs, müasir dövrdə yaşayan hər kəs, yəni bütün bu qeyd olunan səriştələri bilməlidir ki, müəllimin özü bunu da öz şagirdinə aşılaya bilsin. Yəni, dərsini elə qurmalıdır ki, bunlar formalaşsın. Və yaxud da, misal üçün, milli kimliyin dərki, milli iftixar hissi. Bu səriştəni mən necə formalaşdıram, tutalım ki, elə uşaqlıqdan gözünü açana baxır ki, bağçadan bu yana doğru bayraq ortaya gətiriləndə və yaxud da himn çalınanda ayağa durmaq lazımdır. Bayrağı öpüb göz üstə qoymaq lazımdır. Bayrağı nə bilim artıq o müqəddəs, belə deyək də, bir mənəvi dəyər kimi görürsə, uşaqda da o formalaşacaqdır. Aydındırmı? Və yaxud da fəal vətəndaş mövqeyi, yaşadığı bölgə haqqında məlumatlıdır. Mən tutalım ki, davamlı deyirəm ki, uşaqlar Azərbaycan haqqında filan məlumat öyrənir, afərin, çox gözəl, bax sən
əsl və fəal vətəndaş mövqeyi göstərirsən, insan hər bir millətin, ölkənin nümayəndəsi öz yaşadığı ölkə haqqında müəyyən qədər məlumatlar olmalıdır. Tarixi abidələr haqqında, qısaca tarixi haqqında, nə bilim, oranın deyək ki, faydalı qazıntıları haqqında və s. və s. Mən əgər bunu dərs mühitinə bu şəkildə aşılayıramsa, onlarda formalaşacaq sərişt olaraq. Yəni, səriştlərlə bağlı da aydın oldu. Kiməsə qaranlıq bir məqam qaldı. Bəli, çox sağ olun. Buyurun. Demək, indi keçək növbəti ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblər. Əsas məqam. Bir dənə bunu da yekunlaşdıraq, sonra savunlaşaq. Xahiş edirəm, heç kəs çıxmasın, çünki bununla bağlı görəcəksiniz. Testlərdə həddindən çox suallar var. Demək, hansı tələblər var burada? Ümumi təhsilin təşkilinə, yəni ümumi təhsili təşkil edib həyata keçirmək üçün, həmin o standartları reallaşdırmaq üçün, məzmun xəttlərinin sonunda çatmaq üçün bizim qarşımızda belə bir tələblər qoyub deyirlər. Bunlar hansılardır? Pedaqoji prosesin tamlığı. Bizim pedaqoji prosesimiz nə zaman tam olur? Təhsil məqsədlərinin öyrədici, tərbiyəci və inkişaf etdirici, bu üçü bir arada olduqda bizim pedaqoji prosesimiz tam olur. Bu nə deməkdir? Misal üçün, tutalım ki, mən öz mövqeyimi belə qurmuşam. Öyrədicidir dərslərim və inkişaf etdiricidir. Tərbiyəciliyi qeyd etməmişəm, yəni bunu nəzərə almıram dərsdə. Demək, mənim pedaqoji prosesim tam deyil. Öyrədici nədir? Verdiyiniz biliklər, formalaşdırdığınız bacarıqlar. Bu öz yerində. Daha çox verdiyiniz biliklər. İnkişaf etdiricilik odur ki, mən şagirdlərin inkişafını izləmək üçün davamlı onlardan summativlər, müzakirələr, formativlər keçirəm. Niyə? Görüm kim geri qaldı, kim irəli getdi. Və nəticələri təhlil edirəm. Bu nəticələri təhlil etməsəm, mən bilməyəcəm, Lalə harada ilişdi qaldı, Nadir harada ilişdi qaldı, mən onları hansı boşluqdan çəkim, bu birisi uşaqlarla bərabərləşdirim. İnkişaf etdiriciliyi də nəzərə alaraqdan daima öz fənnimdə qiymətləndirmələri həyata keçirirəm, təhlillər aparıram, müzakirələr edirəm və uşaqları irəli aparmağa çalışıram. Pedaqoji prosesimi qurmuşam, öyrədici və inkişaf etdiricilik var. Amma burada mən bu keçdiyim, bugünkü dərsin uşağın deyək ki, həyatında oynadığı rolu qeyd etmədim, vurğulamadım. Demək, nə oldu? Tərbiyəcilik kənarda qaldı. Mənim pedaqoji prosesim tam olmadı. Ona görə də bir dərs mühitində 1:45 dəqiqədir. Mən dərsimi elə qurmalıyam ki, həmin dərs həm öyrədici, həm tərbiyəci, həm də inkişaf etdirici xarakteri daşısın. Aydındır? Misal üçün, tutalım ki, biologiyadan deyək ki, mən bitkilərin insan həyat üçün, ümumiyyətlə cəmiyyət üçün, həyat üçün, yaşam üçün nə qədər faydalı olduğunu, bizim ağciyərlərimiz olduğunu, bitkilər olmasa insanlar məhv olar kimi məsələlər. Misal üçün, mən bitkiləri keçirəm, ağaçlı və kol bitkilərini keçirəm. Amma bu hissəni demirəm ki, ağaçları qoruyun, bitkiləri qoruyun, ağaçları sındırmaq olmaz və s. və s. Bunları demirəmsə, tərbiyəciliyi demədim mən. Aydındırmı? Və baxırsan, uşaq, belə deyək, çox yaxşı uşaqdır. Tutalım ki, deyirlər ki, Aygün müəllimənin şagirdidir. Ona baxı, heç mən o uşaqdan gözləməzdim. O uşaq o qədər güclü, yaxşı oxuyan uşaqdır. Amma bax, orada gəlib bütün günü tənəffüs olan kimi ağacın budağından sallaşır, ağacın budaqlarını qırır. Ona bax, getdi orada çiçəklərin başında bir dənə qönçə qoymadı, hamısını qırdı, tökdü yerə. Uşaq baxın, nə deyir, yaxşı oxuyan uşaqdır. Bütün qiymətləri əladır. Demək, müəllim ona nəyi aşılamayır? Aygün müəllim ona tərbiyəçiliyi aşılamayır. Yəni ki, bunlar vacib məqamlardır. Ona görə də pedaqoji prosesin tamlığı dedikdə, yəni bu məsələyə diqqət etmək nəzərdə tutulur. Təhsildə bərabər imkanların yaradılması. Misal üçün, bəzən suallarda da olacaq bu tip yanaşma, az öncə misal çəkdiyim kimi. İndi situasiya xarakterli mövzulardır, bunlar hamısı testlərdir. Oxuduqca özünüz də görəcəksiniz. Təhsildə bərabər imkanların yaradılması. Bərabər imkanların. Bu nədir? Müəssisənin təhsil infrastrukturuna uyğun olaraq təhsil alanlar üçün, baxın, nəyə uyğun infrastruktur? Bayaq az öncə infrastrukturdan danışmışdıq, bir də maddi texniki bazıdan danışmışdıq. İnfrastruktura uyğun olaraq təhsil alanlar üçün eyni təlim şəraitinin təmin edilməsi. İnfrastrukturdan gedirsə, misal üçün, tutalım ki, belə deyək də, pəncərə qırıqdır, soyuq gəlir, külək gəlir və yaxud da qeyd etdiyim kimi ataplen işləmir və s. Və yaxud bir sinifdə ataplen işləyir, o birisi sinifdə xarab olubdur, krantlarını bağlayıblar, sinif buz kimidir. Amma o birisi siniflərdə dərs yaxşıdır, hava otaqda temperaturu uyğundur. Demək, bu nədir? Təhsil alanlar üçün eyni təlim şəraitinin təmin edilməsi olmadı. Təhsil prosesinin şagirdlərin meyil, maraq və potensial imkanları nəzərə alınmaqla tənzimlənməsi.
Demək, bu da nədir? Vacib olan məqamlardandır. Təhsil prosesini qurarkən nə etməliyik? Şagirdlərin meyli marağı nəyədir? Və yaxud potensial imkanı gücü nəyə çatır? Mən uşağı həddindən artıq yükləyirəmsə, onun potensial imkanı nəzərə almamış oluram. Və yaxud da sinifdə şagirdlərin hamısına eyni səviyyədə tapşırıq verirəmsə, yenə də potensial imkanı nəzərə almadım. Axı, sinifdə şagirdlər zəif də ola bilər, güclü də ola bilər. Hamısı eyni səviyyədə deyil. Şəxsiyyət yönümlüyə gəldikdə, təhsil alanların idraki, ünsiyyət və psixomotor fəaliyyətlər əsasında biz bunu sizinlə demək, kurikulumun prinsiplərində də keçmişdik. Həyatı bacarıqların inkişaf etdirilməsi, milli bəşəri dəyərlərin formalaşdırılması. Yəni, dərsimi qurduqda bunu da nəzərə alacağım. Şagird yönümlüyə gəldikdə, şagird yönümlük nədir? Təhsil fəaliyyətlərinin bilavasitə təhsil alanların mənafeyinin müdafiəsinə, təhsil tələbatlarının ödənilməsinə, misal üçün, onun təhsil tələbatı nədir? Riyaziyyatı tələbatı var, biologiya, fizikaya, kimiyaya, nə bilim, astronomiya və s. deyək ki. İstedadlarının reallaşmasına, ola bilsin ki, şagirdin hər hansısa bir bacarığı var, amma mən o bacarığı reallaşmasına kömək etmirəm. Misal üçün, belə deyək də, tutalım ki, uşaq mən dərs dinliyini danışıram, uşaq da orada bir rəsm çəkir. Yığışdır o dəftəri, dalaşım, qışqırım, burada sənin üçün rəsm dərsi deyil, onu rəsm dərsinə çəkərsən, bu lazım deyil. Uşağın bir başını sığallamaq, afərin, çox gözəl rəsm çəkirsən, mən bilmirdim sənin belə qabiliyyətin var. Zəhmət olmasa dəftəri öz kənara qoy, amma zəng olanda sən bir mənim yanıma gəl, sənə bir yaxşı məsləhətlər verəcəm, səni yönləndirəcəm. Sənin bu cür əl işlərini bəlkə biz müsabiqəyə falana çıxaraq, 1-2 dəqiqə bu şəkildə söhbət elədim, uşağı da motivasiyadan salmadım, nə də danlamadım, dalaşmadım. Nə etdim? Mən onu reallaşdıracam, artıq reallaşmasına kömək edəcəm, belə deyək, yönləndirəcəm. Şəxsiyyətlərin formalaşmasına yönəldilməsi. Demək, əgər biz burada bəzən deyirlər ki, təhsildə bərabər imkanlarla şagird yönümlüyü qarşılaşdırırıq. Təhsildə bərabər imkanlarda nə var idi? Təhsil alanlar üçün eyni təlim şəraitinin yaradılması. Həmçinin nə var idi? Meyl, maraq və potensial imkanlarının nəzərə alınması. Burada isə daha çox nədir? Şagird yönümlükdə. Onların mənafeyinin müdafiəsidir, onların təhsil tələbatlarının ödənilməsidir, istedadların reallaşmasıdır, şəxsiyyətin formalaşmasıdır. Yəni, burada şəxsiyyətin formalaşması dedikdə bunu şəxsiyyət yönümlüyə götürmürük. Bu şagird yönümlükdədir. İnkişaf yönümlüyə gəldikdə, bayaq biz bu haqda danışdıq, mən demək, pedaqoji prosesin tamamlığında inkişaf etdiricilikdən danışanda bunu vurğuladım. İnkişaf yönümlüyü necə biz yoxlaya bilərik? Yenə də şagirdləri qiymətləndirərək. Nailiyyətlərini təhlil edirik, qiymətləndirmələr aparırıq və onun əsasında da öz işimizi planlaşdırmamızda müəyyən dəyişikliklər edə bilirik. Baxın, burada da nə deyir? Şagirdin təhsil nailiyyətlərinin təhlilindən alınan nəticələr əsasında onların inkişaf perspektivlərini ehtiva edən kompleks tədbirlərin həyata keçirilməsi. Sonra, fəaliyyətin stimullaşdırılması. Fəaliyyəti biz necə stimullaşdırırıq? Fəaliyyəti stimullaşdırmaq üçün biz nə edirik? Təhsil prosesinin səmərəliliyinin artırılması, şagirdlərin təlim marağının yüksəldilməsi, motivasiya veririk. Onların nailiyyətinin izlənməsi, dəyərləndirilməsi istiqamətində tədbirlərin görülməsi. Əgər orada qarşınıza çıxan suallarda testdə deyirsə ki, şagirdlərə motivasiya vermək, onların marağını yüksəltmək və buradaca dayandısa, o səhvdir. Fəaliyyətin stimullaşdırılması o zaman tam olacaq ki, mən onların nailiyyətlərini izləyərəkdən bu istiqamətdə də tədbirlər görürəm. Misal üçün, konkret olaraq onlara yollar göstərəm. Afərin, çox gözəl həll etmirsən, bu tapşırığı düzgün yazmırsan, daha yaxşı nəticə əldə etmək üçün filan işi də filan et. Aydındır, bunun davamında da mənim bir tövsiyəm olmalıdır. O zaman fəaliyyətin stimullaşdırılması tam olur. Dəstəkləyici mühitin yaradılması. Təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması üçün zəruri infrastrukturun sağlam mənəvi-psixoloji mühitin, yaradıcı və təhlükəsiz təhsil şəraitinin təmin edilməsi. Burada əsas daha çox rast olacaqsa sağlam mənəvi-psixoloji mühit. Məsələn, əgər sinifdə bir səs-küy varsa, sağlam mənəvi-psixoloji mühit pozulur. Müəllim əgər orada bir hegemon qüvvə kimi çıxış edirsə, uşaqlara qışqır-bağır edirsə, o zaman mənəvi-psixoloji mühit pozulur. İnfrastruktur düzgün deyilsə, yəni bu da dəstəkləyici mühit burada artıq pozulmuş olacaq. İnklüzivliyə gəldikdə, fiziki, psixi, intellektual xüsusiyyətlərindən, sağlamlıq imkanlarından asılı olmayaraq, təhsilin bütün uşaqlar üçün əlçatan olması. Biz səhv etmirəmsə bu inklüzivliyə toxunmuşduq. Yəni, hər kəs üçün əlçatan təhsilin olması.
Məktəb valideyn əlaqələrinin tənzimlənməsində bu çox rahatlıqla seçilir. İnklüzivlikdir, bu məktəb valideyn əlaqəsidir. Təhsil müəssisəsinin idarə edilməsində, təlim-tərbiyə prosesinin təşkili ilə bağlı problemlərin aradan qaldırılmasında, çünki bu problemlər mütləq şəkildə valideyn, məktəb psixoloqu, məktəb rəhbərliyi, sinif rəhbəri tərəfindən, fənn müəllimləri tərəfindən birgə iş nəticəsində, yəni müsbət həll yolunu tapa bilər bu təlim-tərbiyə prosesi. Müəssisənin inkişaf perspektivlərinin müəyyənləşdirməsində valideynlərin rolunun təmin edilməsi. Bax, bu da məktəb valideyn əlaqələrinin tənzimlənməsinə aid olan məqam idi. Bugünlük bu qədər. Müəllimlərin etik davranış qaydaları qaldı növbəti dərsimizə. Demək, 1-1-4-dür da bu səhv etmirəmsə. Demək, test bankından işləyəcəksiniz. 1-1-4 Azərbaycan Respublikasının ümumi təhsilin dövlət standartları. Rahatdır, asandır, standartları açırsınız, baxa-baxa oxuyursunuz, müəyyən bir hissəni haradasa çaşmısınızsa yazırsınız, növbəti dərsdə yenə də təhlil və məzmun olacaq. Bu qədər. Sualınız varmı? Mən də hansı testlər işləyəcəyəm? Qeyd etdiyim kimi 1-1-4. İndi səhifələrdə qeyd edirəm. Qrupa yazacağım. Yaxşımı? Bugünlük bu qədər. İştirakınız üçün sağ olun. Sağ olun.